Salam əziz dostlar, izləyicilər. Bugün də yeni bir dərs videomuzla qarşınızdayıq. Dostlar, bugün 9 illik buraxılış imtahanlarına hazırlıq kitabından bir məchulu tənliklər və məsələlər mövzusunun suallarının izahına baxacağıq. Gəlin birinci sualdan başlayaq. Dostlar, birinci sualda deyir ki, A parametrinin hansı qiymətində AX bərabərdir 7 tənliyinin həlli yoxdur. Bu suala dostlar iki şəkildə baxa bilərik. Birincisi qayda şəklində baxsam, AX üstə gəlsin B bərabərdir 0 xətti tənliyində. Əgər x-in əmsalı 0-a bərabər, sərbəst həddim isə 0-dan fərqli olsa, bu zaman deyirik ki, tənliyin həlli yoxdur. Aha, onda dostlar, AX bərabərdir 7 tənliyi verilib mənə. Bu zaman 7-ni bərabərliyin sol tərəfinə keçirirəm. Və bu zaman əgər A-mız 0 olsa, B-miz də baxın 0-dan fərqlidir. B bərabərdir -7-yə, o da 0-dan fərqlidir. Əgər A 0 olsa, bu zaman deyə bilərik ki, tənliyin həlli yoxdur. Buna görə cavabımız C variantıdır. Ya da ikinci üsulla da qayda işlətmədən də baxa bilərik. Bizə AX bərabərdir 7 tənliyi verib. Buradan x-i tapsam 7-ni A-ya bölməliyəm. Tənliyin həllinin olmaması üçün deməli məxrəc 0-a çevrilməlidir. Baxın, bilir ki, məxrəci 0-a çevirən qiymət deməli tənliyin kökü deyil. Onda dostlar, A-ya mən 0 yazsam, bu tənliyin həlli olmayacaq. Məxrəc heç vaxt 0 ola bilməz. Deməli, buradan da alırıq ki, A bərabərdir 0 olsa, tənliyin həlli yoxdur. Bu da bunun ikinci qayda ilə həlli. Dostlar, keçirik ikinci suala. İkinci sualda elə birbaşa ikinci halı yazacağım. Deyir ki, A parametrinin hansı qiymətində AX bərabərdir 5 tənliyinin həlli yoxdur. Dostlar, buradan x-i tapsaq, deməli 5-i A-ya bölməliyik. Biz də bilir ki, məxrəc 0-dan fərqli olmalıdır. Onda A-nın 5 qiymətində, üzrü sayın, A-nın 0 qiymətində deməli bu tənliyin həlli olmayacaq. Bu da D variantıdır. Keçirəm növbəti üçüncü suala. Dostlar, üçüncü sualda 4x üstə gəl 5 bərabərdir 3x minus 1. Baxın, belə bir tənlik verilib. Buradan x-i tapmalıyıq. İndi dostlar, x-ları bir tərəfə keçirirəm. Ədədləri də digər tərəfə. 3x sol tərəfə keçəndə işarəsi dəyişir, mənfi olur. 5 də sağa keçəndə işarəsi dəyişir, mənfi olur. Və deməli nəticədə alırıq 4x-dan 3x-in çıxanda x qalır. -5, -1, bu da bizə -6 qiyməti verir. Deməli, cavabımız -6 olmalıdır. Keçirəm növbəti dördüncü suala. Dostlar, dördüncü sualda 5x, 3x və 4x-in cəmi deyir ki, bərabərdir 24-ə. Aha, indi dostlar, bu sualı həll eləsək, 5x, 3x bizə 8x, bir də 4x gələndə 12x verəcək. 12x-im 24-dürsə, x-i də tapanda 24-ü 12-yə bölməliyəm. Buradan da alırıq ki, x-imiz 2-yə bərabər imiş. Bu da C variantıdır. Keçirik növbəti 5-ci suala. Dostlar, 5-ci sualda deyir ki, B ədədi 72-dən 6 dəfə kiçikdir. B-ni tapın. Baxın, yəni B ədədi bərabərdir 72-dən 6 dəfə kiçik. Yəni 72 bölünsün 6. Buradan da alırıq ki, B ədədimiz 12-yə bərabər imiş. Bu da C variantıdır. 6-cı sualda dəyişənin hansı qiymətində 2y vurulsun 3y minus 1 ifadəsinin qiyməti y vurulsun 7 üstə gəl 6y ifadəsinin qiymətindən 90 vaid böyükdür. Dostlar, baxın, 2y vurulsun 3y minus 1 ifadəsi y vurulsun 7 üstə gəl 6y-dən deyir ki, 90 vaid böyükdür. Baxın, birinci yazdığım ikinci yazdığımdan böyükdür. Onda birinci yazdığım bərabərdir, ikincinin üzərinə 90 gəlməliyəm. Çünki sol tərəfdəki sağdakından 90 böyükdür. İndi dostlar, bu tənliyi həll eləmək üçün mötərizəni açsam, 6y kvadrat çıxılsın 2y bərabərdir. 7y üstə gəl 6y kvadrat üstə gəlsin bir də 90. Hər iki tərəfdə eyni işarəli 6y kvadratlar var. Bunlar gedər. Bundan sonra məchulları eyni tərəfə keçirərik. Bu zaman -2y var. 7y də sola keçəndə -7y olur. Bərabərdir, sağda 90 qalıbdır. -9y bərabərdir 90-a və y-i də tapanda 90-ı -9-a bölürəm. Bu da bərabərdir bizdə -10-a. Deməli, cavabımız -10 olmalıdır. Bu da A variantı. Keçirik növbəti 7-ci suala baxırıq. Dostlar, 7-ci sualda 0,5 vurulsun x üstə gəlinsin 3 bərabərdir 0,8 vurulsun 10 minus x. Baxın, bu tənliyi həll eləməliyik.
dostlar 0 tam ondaları atsam, baxın onda qalır burada 5, digərində də 8. Yazaq 5 vurulsun, x üstə gəl 3 bərabərdir. 8 vurulsun 10 minus x-ə. 0 ondaları atmaq elə bil ki, hər tərəfə ona vurmaq deməkdir. İndi dostlar, mötərizələri açsaq, 5x üstə gəl 15 bərabərdir. 80 üstə gəlinsin, çıxılsın 8x. Aha. X-ları bir tərəfə, ədədləri digər tərəfə keçiririk. Bu zaman 8x sola keçəndə işarəsi dəyişib müsbət olacaq və 5 də sağa keçəndə işarəsi dəyişir, 15-dir daha doğrusu. 15 də sağa keçəndə işarə dəyişir, olur mənfi 15. Buradan alırıq ki, 13x-imiz bərabərdir 65-ə. X da bərabərdir 65-i 13-ə böləndə düşəcək 5 dəfə. Deməli, cavabımız 5-ə bərabərdir. Bu da C variantı. Növbəti baxıram 8-ci sual. Dostlar, 8-ci sualda da baxın, deyir ki, mənfi 2-nin 2x minus 1-ə hasili üstə gəlinsin 3 vurulsun 3x üstə gəl 1 bərabərdir bizdə mənfi 10-a. Bu tənliyi deməli həll eləməliyik. Gəlin baxaq. Mötərizəni açsam, mənfi 2-ni 2x-ə vuranda mənfi deməli 4x alıram. Mənfi 2-ni mənfi 1-ə vuranda müsbət 2 alıram. 3-ü 3x-ə vuranda 9x, 3-ü 1-ə vuranda 3 bərabərdir mənfi 10. İndi məhsullar bir tərəfdə, ədədlər digər tərəfdə qalsın. Bu zaman mənfi 4x ilə 9x-in cəmi bizə 5x verəcək. 2 ilə 3-ün cəmi 5 eləyir. Bərabərin digər tərəfinə keçəndə olacaq mənfi 5. Buradan alıram ki, 5x-in bərabərdir mənfi 15-ə. X da bərabərdir mənfi 15-i 5-ə böləndə mənfi 3 qalır. Deməli, cavabımız mənfi 3 olmalıdır. Keçirik növbəti 9-cu suala. Dostlar, 9-cu sualda deyir ki, x minus 3-ün 2-yə nisbəti üstə gəlinsin x bərabərdir 9-a. İndi dostlar, nə edə bilərik? Götürüb hər tərəfi 2-yə vuraram. X minus 3 böl 2-ni 2-yə vuranda bizə x minus 3 verəcək. X-i 2-yə vuranda 2x verir. 9-u da 2-yə vuranda 18 verir. Bu zaman x ilə 2x-in cəmi 3x eləyəcək. Mənfi 3-ü sağa keçirəndə müsbət olur. 18 ilə toplanır. Və 3x-in bərabərdir 21, x da bərabərdir 7-yə. Deməli, cavabımız 7 olmalıdır. Bu da D variantıdır. Növbəti keçirik 10-cu suala. Dostlar, 10-cu sualda 8 tam 2-də 1-dən çıxıram 3 tam 8-də 3-ü, vurulsun 2, üstə gəlinsin bir də x-imiz bərabərdir 12-yə. Deyir, bu tənliyi həll eləyin. Gəlin birinci sadələşdirək. Dostlar, 8 tamdan 3 tamını çıxanda bu zaman 5 tam qalır və 2 ilə 8-ə ortaq məxrəc elə 8-in özüdür. 8-i 2-yə böləndə 4 dəfə düşür, 4 1-in 4 və digərində elə məxrəc 8 olduğu üçün surəti olduğu kimi yazırıq. Deyir ki, bu ədədi 2-yə vurub, üzərinə x gəlsən bərabərdir 12-yə. Buradan da alırıq ki, 5 tam 8-də 1, vurulsun 2, üstə gəl x bərabərdir 12-yə. Bunu da düzgün olmayan kəsrə çevirsəm 8-də, 5-i 8-ə vuranda 13 eləyəcək, üzr sayın 40 eləyəcək, üzərinə 1 də gələndə alıram 41. Vurulsun 2, üstə gəl x-in bərabərdir 12-yə. Buradan 8 ilə 2 ixtisar gedəndə 4 qalır və dostlar, 41-i 4-ə böləndə də bu da eləyəcək bizdə 10 tam, deməli 4-də 1. Aha, üstə gəl x-in bərabərdir 12. X da bərabərdir 12-dən 10 tam 4-də 1-ni çıxsa, nəticədə qalacaq 1 tam 4-də 3 qiyməti. Deməli, cavabımız 1 tam 4-də 3-dür. Bu da D variantıdır. Növbəti keçirik 11-ci suala. Dostlar, 11-ci sualda deyir ki, ədədlərdən hansı verilmiş tənliyin köklərindən biridir? Gəlin tənliyi həll edək. Baxın, bizə kvadratik tənlik verilibdir. Aha. Dostlar, bunu diskriminantla həll etsəm, diskriminant bərabərdir. Deməli, ikinci əmsalın kvadratı, əmsalımız 1-dir, 1-in kvadratı. Çıxılsın 4 vurulsun. X kvadratının əmsalı 1-dir, sərbəst həddimizdə mənfi 6-dır. Bu da bərabərdir. 1 deməli, mənfini mənfiyə vuranda müsbət eləyəcək. 4 altının da olur 24. Bərabərdir 25-ə. Bundan sonra dostlar, x1 2 bərabərdir. x1 2 bərabərdir. Əks işarə ilə ikinci əmsal, yəni mənfi 1. Üstə gəlinsin, çıxılsın, kök altında diskriminant. Bölünsün, deməli, x kvadratının əmsalının 2 qatı. X kvadratının əmsalı 1 idi, 2 qatı yazanda 2 vurulsun 1 yazdım. Bunu da biraz da sadələşdirsək, x1 2 bərabərdir. Mənfi 1 üstə gəlinsin, çıxılsın, 5 bölünsün 2.
Buradan x1'i axtarsam bərabərdir -1 plus 5 bölünsün 2. Bu da 4-ün 2-yə nisbəti 2 eləyəcək. X2 də bərabərdir -1 minus 5-in deməli 2-yə nisbəti. Bu da -6-nı 2-yə böləndə bizə -3 qiyməti verəcək. Deməli kökün biri -3, digəri 2-dir. Variantda -3 yoxdur, amma 2 qiymətimiz var. Buna görə cavabımız olmalıdır B variantı. Keçirik növbəti 12-ci suala baxırıq. Dostlar, 12-ci sualda deyir ki, 9x kvadrat çıxılsın 2x minus 7 bərabərdir 0-a. Bu zaman diskriminantı tapsam, diskriminant bərabərdir. -2-nin kvadratı çıxılsın 4 vurulsun A əmsalımız 9-dur, C-miz də -7-dir. Bu zaman -2-nin kvadratı 4, mənfini mənfiyə vuranda müsbət verəcək və 9 7-nin 63, 63-ü bir də 4-ə vuranda 252 eləyir. Bu da bərabərdir bizdə 256-ya. Buradan x axtarsaq, x1, 2 bərabərdir. Əks işarə ilə ikinci hədd, -2 idi müsbət götürürəm. Üstə gəlinsin, çıxılsın, kök altında diskriminant. Bölünsün bir də deməli A əmsalının 2 qatı, yəni 2 vurulsun 9. Biraz da sadələşdirsək, x1, 2 bərabərdir. 2 üstə gəlinsin, çıxılsın. 256-dan kök olaraq 16 çıxır və məxrəcdə də deməli 18-imiz var. Buradan birinci kökün bərabərdir. 2 üstə gəl 16 bölünsün 18. Bu da 18-in 18-ə nisbəti bərabərdir 1 olacaq. Digəri də x2 də bərabərdir 2 minus 16-nın 18-ə nisbəti. Bu da 18-də -14. Bu da 2 ixtisar getsə -9-da 7 qalır. İndi dostlar, nə istəyir bizdən? Tənliyin deməli köklərini istəyir. Biri 1-dir, biri də -9-da 7-dir. Gəlin baxaq. -9-da 7, bir də 1. Bu da bizdə A variantında var. Deməli, cavabımız A variantıdır. Keçirik növbəti 13-cü suala. Dostlar, 13-cü sualda 7x-in kvadratı üstə gəlinsin x minus 8 bərabərdir 0 yazırıq. Burada dostlar, başqa üsul tətbiq eləyəcəm. Artıq diskriminantla bir neçə sual həll eləmişik. Gəlin bu dəfə fərqli cür yanaşaq. Dostlar, bu dəfə qruplaşdırma tətbiq eləyəcəm. Baxın, 7x kvadrat üstə gəlinsin. Bu x-i götürüb yaza bilərəm buradan 8x, bir də minus 7x şəklində. Minus 8 olduğu kimi qalır. Dostlar, 8x-dən 7x-in çıxanda plus x-imiz qalır. Yəni, müsbət x-imiz qalır. Bu zaman qruplaşdırma tətbiq eləyə bilərəm. Dostlar, ilk ikisindən ortaq vuruq kənara çıxarsaq x çıxır. Bu zaman 7x üstə gəl 8 qalır və digər ikisindən də mənfi işarəsini kənara çıxarsam, bu zaman yenə 7x minus plus deməli 8 qiyməti qalacaq. Bu da bərabərdir bizdə 0-a. İndi dostlar, buradan 7x üstə gəl 8 ortaq vuruqdur. Bunu kənara çıxaranda birinci mötərizədən x qalır, ikinci mötərizədən də ədəd yazılmayıbsa, bu da -1 deməkdir. Bərabərdir bizdə deməli 0-a. Buradan dostlar, birinci mötərizəni 0-a bərabər eləsəm, bu zaman 7x-in bərabərdir -8-ə, x-im də bərabərdir -7-də 8. Və ikincisindən də x minus 1-in bərabərdir 0-a, x də bərabərdir 1 alırıq. Deməli, tənliyin köklərindən biri -7-də 8-dir, digəri də bizdə 1 olmalıdır. Bu da cavab olaraq bizə C variantı verəcək. Keçirik növbəti 14-cü suala baxırıq. Gəlin baxaq. Dostlar, deməli 14 hardadır? Aha. 14-də nə deyir? 14-də deyir ki, x kvadrat üstə gəl 4x bərabərdir 0 tənliyinin kökləri cəmini tapın. Dostlar, hər dəfə diskriminant tətbiq eləmək məcburiyyətində deyilsiniz. Gəlin bir neçə sualda diskriminantsız həll eləyək. X kvadrat üstə gəl 4x bərabərdir 0 yazıram. Buradan ortaq vuruq çıxarsam, x-i kənara çıxaranda x plus 4 qalır mötərizədə, bərabərdir 0-a. Hasil 0-dırsa, vuruqlardan hansısa 0 olmalıdır. Birinci halda birinci vuruğu 0 götürürəm. İkinci halda isə deməli x üstə gəl 4-ə 0 deyirik. Buradan da x-imiz bərabərdir -4-ə. Deməli, tənliyin bizdən nə istəyir? Kökləri cəmini istəyir. Kökün biri 0-dır, digəri də -4-dür. Bu da bərabərdir elə -4-ə. Deməli, cavabımız olacaq bizim D variantı. İkinci dostlar, belə bir qaydada da baxa bilərik. Tutaq ki, bizə çevrilmiş kvadrat tənlik verilib. Çevrilmiş kvadrat tənlikdə x kvadratın əmsalı 1 olur. Deməli, x kvadrat üstə gəl px. Baxın, buraya yazıram ikinci hal. Üstə gəlsin ki, bərabərdir 0. Bu şəkildə tənlik verirsə, deməli, tənliyin kökləri cəmi
Əks işarə ilə götürülmüş ikinci həddə və tənliyin kökləri hasili isə bərabərdir bizdə sərbəst həddə. Burada diqqət edirsinizsə x kvadrat plus 4x yazıb. Deməli dostlar, x kvadratın əmsalı 1-dirsə, bu çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə köklərin cəmini axtarıramsa, x-in əmsalının deməli əks işarəsi köklərin cəmidir. Yəni 4 yazıbsa, mən -4 götürməliyəm. Yəni tənliyin köklərini tapmadan da bunu həll edə bilərik. Növbəti keçirik 15-ci suala. Dostlar, 15-ci sualda deyir ki, 3x kvadrat çıxılsın 15 bərabərdir 0 tənliyinin kökləri cəmini tapın. Dostlar, bunun hər tərəfini götürüb 3-ə bölürəm. Bu zaman x kvadrat çıxılsın 5 bərabərdir 0 olacaq. Və dostlar, deməli, biz bunu x kvadrat üstə gəlsin px üstə gəlsin q bərabərdir 0. Baxın, çevrilmiş kvadrat tənlikdir. Yazaq buradan. Çevrilmiş, deməli, kvadrat tənlik. Aha. Biz bunu bu formada yazsaq, çevrilmiş kvadrat tənlikdə deməli köklərin cəmi əks işarə ilə x-in deməli əmsalına bərabərdir. Hasili isə deməli bizdə sərbəst həddə bərabərdir. İndi dostlar, bizim tənliyimiz çevrilmiş kvadrat tənliyi bax bu formadadır. Onda mən gətirib bunu bu cür yazsam, x kvadrat üstə gəlinsin. Dostlar, x-in əmsalı x ümumiyyətlə olmadığına görə deməli x-in əmsalı 0 imiş. 0 vurulsun x şəklində yazıram. Bir də -5 bərabərdir 0. Buradan köklərin cəmi deməli bizdə əks işarənin ikinci həddə olmalıdır. Elə 0 verilib deyə mən də bunu 0 götürürəm. Bu da deməli olacaq Y variantı. Növbəti keçirik 16-cı suala. Gəlin baxaq. Dostlar, 16-cı sualda bizə adi bildiyimiz xətti tənlik verilibdir. Deməli 8-də 3x çıxılsın 6 bərabərdir 5-də 1x. Üstə gəlinsin 4-ə. Deyir ki, bu tənliyi həll edin. Ne dostlar, məchulları bir tərəfə keçiririk. 8-də 3x çıxılsın 5-də 1x və deməli ədədləri də digər tərəfə. 6 mənfidir, sağ tərəfə keçəndə olacaq müsbət 6. Ortaq məxrəci gətirsək, 8 ilə 5 ortaq məxrəc 40-dır. 48-ə 5 dəfə düşür. 5 üçün 15x. 45-ə 8 dəfə düşür. 8 1-in 8. Bərabərdir 6 ilə 4-ün cəmi 10-dur. Buradan da deməli 40-da 15-dən 8-in çıxanda 7x-im qalır, bərabərdir 10-a və x-i də tapanda deməli 10-u tərsinə 40-a vurub 7-yə bölməliyəm. Bu da bərabərdir 7-də 400-ə. 400-də 7-yə bölsək 47-yə 5 dəfə düşür, 35 eləyir. Qalır 5-ə, 50-də 7-yə düşəcək 7 dəfə 49 və qalacaq 7-də 1-i. 57 tam 7-də 1, yəni A variantı. Növbəti baxırıq dostlar 17-ci suala. Gəlin baxaq. 17-ci sualda deyir ki, yenə bizə xətti tənlik verilib. Aha. 17. Deməli 5 tam 5-də 2x çıxılsın 8 bərabərdir 2-də 1x üstə gəlsin 2-yə. Dostlar, bu tənliyi həlləmək üçün məchulları bir tərəfə keçirirəm. Ədədləri də digər tərəfə. 2-də 1x sola keçirsə işarəsi dəyişib mənfi olacaq. -8 də sağa keçəndə işarəsi dəyişir, müsbət olur. 5 ilə 2-yə ortaq məxrəc 10-dur. 15-ə 2 dəfə 2, 2-nin 4 eləyir. 12-yə düşür 5 dəfə. Burada 5x yazırıq. 8 ilə 2-nin də cəmi elə 10-dur. Buradan alırıq ki, 10-da 4x-dən 5x-in çıxanda -x qalır. Bərabərdir 10-a. -x-in bərabərdir 10-u 10-a vuranda 100 alıram. X onda bərabərdir -100-ə. Deməli, cavabımız olmalıdır. -100, bu da Y variantı. Keçirik növbəti 18-ci suala. Dostlar, 18-ci sualda x vurulsun x üstə gəl 2 bərabərdir bizdə 3x-in kvadratına. Deyir ki, bu tənliyi həll edin. Gəlin sadələşdirək. Buradan x-in kvadratı üstə gəl 2x-in bərabərdir 3x-in kvadratına. 3x kvadratını sol tərəfə keçirsəm, işarəsi dəyişir, mənfi olur. Bərabərdir 0-a. Sağda heç nə qalmır deyə 0-a bərabər eləyirik. -2 x-in kvadratı üstə gəlinsin 2x bərabərdir 0 və buradan deməli -2x-i kənara çıxarsaq, bu zaman qalacaq x minus 1 bərabərdir 0-a. Dostlar, hasil 0-dırsa deməli vuruqlardan hansısa 0 olmalıdır. Ya 2x-im -2x-im bərabərdir 0-a. Buradan x-im 0-dır. Ya da x minus 1-in bərabərdir 0-a. Buradan da x-in bərabərdir 1-ə. Deməli 2 dənə kök aldıq 0-dan 1.
Bizə deyir ki, tənliyi həll eləyib, bu da cavabı Y variantındadır. Növbəti keçirik dostlar. 19-cu suala. Gəlin baxaq. Dostlar, 19-cu sualda deyir ki, x vurulsun x minus 1 bərabərdir 2x-in kvadratı. Aha, 2x-in kvadratı. Gəlin də sadələşdirək. X-i x-ə vuranda x kvadrat, çıxılsın x-i mənfi 1-ə vuranda mənfi x bərabərdir 2x-in kvadratına. Dəyişənlərin hamısını bərabərin sol tərəfinə keçirsək, bu zaman bərabərdir 0-a və nəticədə mənfi x kvadrat minus x bərabərdir 0 alırıq. Burada mənfi x-i ortaq vuruq kimi kənara çıxarsam, x üstə gəl 1 qalacaq, bərabərdir 0. Deməli, 2 hal var. Birincisi, mənfi x-in bərabərdir 0 ola bilər. Bu zaman x bərabərdir 0 alıram. İkincisi də ki, x üstə gəl 1-in bərabərdir 0-a, x də bərabərdir mənfi 1 alırıq. Deməli, bu tənliyin kökləri 0-la mənfi 1-dir. Bu da olacaq D variantı. Keçirik növbəti 20-ci suala. Gəlin baxaq. Dostlar, 20-ci sualda deyir ki, 3 vurulsun x minus 2, çıxılsın 4 vurulsun x minus 3, bərabərdir bizdə, deməli 1-ə. Deyir ki, bu tənliyi həll edin. Gəlin sadələşdirək. 3x minus 6, mənfi 4x-ə vuranda mənfi 4x, mənfi 4-ü mənfi 3-ə vuranda müsbət 12, bərabərdir 1-ə. Biraz da sadələşdirsək, 3x-dan 4x-in çıxanda mənfi x qalır. Mənfi 6 ilə 12-in cəmi bizə 6 verir. Bərabərdir 1-ə. Buradan x-i bərabərin sağ tərəfinə keçirsəm, işarəsi dəyişib müsbət olacaq. 1-i də bərabərlikdən sola keçirsək, işarəsi dəyişib mənfi olur. Buradan alırıq ki, x bərabərdir, 6-dan 1 çıxanda 5 qalır. Deməli, cavabımız 5-ə bərabər olmalıdır. Keçirik 21-ci suala. Dostlar, 21-ci sualda da yeni xəttli tənlik verilib bizə. Deməli, 10x üstə gəl 4 bərabərdir. 4 vurulsun mötərizədə x minus 1, çıxılsın 13, bir də minus x-imiz var. Baxın, belə bir tənliyimiz var. Gəlin sadələşdirək. Buradan 10x üstə gəl 4 bərabərdir. 4x minus 4 minus 13 minus x-a. Biraz sadələşdirsəm, 10x üstə gəl 4 bərabərdir. 4x-dan x-in çıxanda 3x qalır. Mənfi 4, mənfi 13 də bizə mənfi 17 verir. İndi x-ları bir tərəfə, ədədləri digər tərəfə keçiririk. Bu zaman 3x sola keçəndə mənfi olacaq. 4 sağa keçəndə də müsbət idi, mənfi olacaq. Və nəticədə 7x bərabərdir, mənfi 21 alıram. Buradan da x-in bərabərdir, mənfi 21-i 7-yə böləndə mənfi 3 eləyəcək. Deməli, cavabımız mənfi 3 imiş. Növbəti baxırıq 22-ci suala. Dostlar, 22-ci sualda nə deyir? Deyir ki, 0,8 vurulsun, x plus 6 bərabərdir. 0,16 vurulsun, deməli, x minus 4-ə. Aha, 0,8-in x plus 6-ya hasili, 0,16-ın da deməli, x minus 4-ə hasili. Dostlar, nə edərik? Götürük buradan. Birincisi deməli, bərabərin hər iki tərəfini, baxın, 100-ə vurarıq. Aha, 100-ə vursam bu zaman alıram. Deməli, 80 vurulsun x plus 6 bərabərdir 16 vurulsun x minus 4. Və dostlar, baxın, nə elədik burada? Götürdük, 100-ə vurduq. İndi isə bərabərin hər iki tərəfini 16-ya ixtisar eləsək, deməli, 16-ya bölək. Aha, 16-ya bölsək, bu zaman solda deməli 5 vuruğu qalacaq, sağda isə deməli heç nə qalmır. Onda alırıq ki, 5 vurulsun x plus 6 bərabərdir x minus 4-ə. Mötərizəni açsam, 5x plus 30-un bərabərdir x minus 4-ə. Buradan da x-ləri bir tərəfə, ədədləri digər tərəfə keçiririk. X deməli mənfi olacaq və 30 da sağa keçəndə mənfi 30, bir də minus 4 olur. Buradan da alırıq ki, 4x-imiz bərabərdir mənfi 34-ə. Hər tərəfi 2 ixtisar eləsəm, 2x-imiz bərabərdir mənfi 17-yə. X-də tapanda mənfi 17-ni 2-yə böləndə bizə mənfi 8,5 qiyməti verəcək. Deməli, cavabımız B variantıdır. Keçirik növbəti 23-cü suala. Gəlin baxaq. Dostlar, 23-cü sualda nə deyir? Deyir ki, 0,25 x plus 2 bərabərdir 0,5, deməli 2x minus 1. Dostlar, %25-i deməli %25 4də 1 deməkdir. 4də 1 kimi yazaram. Vurulsun x plus 2 və 10də 5 də 2də 1 deməkdir. 2də 1 vurulsun 2x minus 1.
Bundan sonra bərabərin hər iki tərəfini 4-ə vuraq. 4-ə vursaq, baxın sol tərəfi də sağ tərəfdə 4-ə vuraq. 4-ə vuranda bu zaman 4-də 1 gedəcək, qalacaq x plus 2. Sağ tərəfi də 4-ə vuranda 4-ü 2-də 1-ə vuranda 2 vuruğu yaranır. Bu da olacaq bizdə deməli 2 vurulsun 2x minus 1. Nəticədə alıram x üstəgəl 2 bərabərdir 4x minus 2-yə. Buradan məhsulları bir tərəf, ədədləri digər tərəfə keçiririk. X minus 4x-in bərabərdir. 2 sağa keçəndə mənfi 2 olacaq və mənfi 3x-in bərabərdir mənfi 4-ə. X-im də bərabərdir mənfi 4-ün mənfi 3-ə nisbəti. Mənfilər gedir, qalır 3-də 4. Bunu da 1 tam 3-də 1 kimi yaza bilərik. Bu da B variantıdır. Dostlar, keçirik növbəti 24-cü suala. Gəlin baxaq. 24-cü sualda 4 üstə gəlinsin 5-də 1 minus 3x bərabərdir mənfi, deməli 2-də x minus 5-ə. Deyir, bu tənliyi həll edin. Dostlar, bu tənliyi həll eləmək üçün birinci addımda bərabərin hər iki tərəfini, baxın, məxrəcləri deməli azad eləmək üçün deməli 5-ə də 2-yə də bölünən 10-a vura bilərəm. Deməli, bərabərin hər iki tərəfini 10-a vururam ki, məxrəclər deməli ədədlərdən azad olsun. Baxın, sol tərəfi də götürüb 10-a vururam, sağ tərəfdəki ifadəni də götürüb 10-a vururuq. Bu zaman 10-u 4-ə vuranda alıram 40, üstə gəlinsin. 10-la 5 ixtisar gedəndə 2 qalır, 2 vurulsun 1 minus 3x bərabərdir və 2 ilə 10 ixtisar getsə 5 qalır və buradan alırıq ki, mənfi x minus 5-i bir də 5-ə vurmalıyam. Bu zaman dostlar, 40 üstə gəlinsin 2, çıxılsın 6x-in bərabərdir. Mənfi x-i 5-ə vuranda mənfi 5x, mənfinin mənfisi müsbət eləyir. Müsbət 5-i 5-ə vuranda alırıq, deməli, müsbət 25. Buradan da dostlar, məhsulları bir tərəf, ədədləri digər tərəfə keçirsək, solda bizim mənfi 6x-imiz var. Mənfi 5x sola keçəndə işarəsi dəyişir, müsbət olur. 40 ilə 2-nin cəmi 42 eləyir. Sağa keçəndə işarəsi dəyişib, mənfi 42 olacaq. Bir də müsbət 25 var. Buradan alıram ki, mənfi x-in bərabərdir. Mənfi 42 ilə 25-in cəmi. Bu zaman mənfi işarəsi qalır, 42-dən 25-i çıxanda olacaq deməli 17 qiyməti. X də bərabərdir, mənfiləri atsaq alırıq 17. Deməli, cavabımız 17-yə bərabərdir. Keçirik növbəti 25-ci suala. Dostlar, 25-ci sualda bizə deyir ki, modul x-imiz bərabərdir 6 olarsa, tənliyin kökləri cəmini tapın. Dostlar, biz bilirik ki, moduldan 6 qiyməti çıxıbsa, x bizdə ya müsbət 6 imiş, ya da ki, x bizdə mənfi 6 imiş. Çünki mənfi 6-da, müsbət 6-da modulu bizə 6 verəcək. Modul deyəndə, yəni mənfi işarəsini atmış oluruq. İndi dostlar, köklərin cəmini istəyirsə, x1 ilə kiçiyin cəmi bərabərdir 6 ilə mənfi 6-nın cəmi, bu da olacaq 0 qiyməti. Deməli, cavabımız C variantıdır. Növbəti baxırıq 26-cı suala. Modul x bərabərdir 5 tənliyinin yenə kökləri cəmini istəyir bizdən. Dostlar, moduldan 5 çıxıbsa, deməli x bizdə ya müsbət 5 imiş, ya da ki, x bizdə mənfi 5 imiş. Mənfi 5-in də, müsbət 5-in də modulu bizə 5 verəcək. Məndən köklər cəmini istədiyi üçün, deməli, bu kökləri toplamalıyam. 5 ilə mənfi 5-in cəmi də bizə 0 verir. Bu da olacaq Y variantı. Növbəti baxırıq 27-yə. Deyir ki, 0,7 və mənfi 0,7 ədədləri tənliklərdən hansının kökləridir? Gəlin baxaq, dostlar. Dostlar, deməli, bu 0,7 və ya mənfi 0,7 ədədlərini elə bir tənlikdə gətirib x-ların yerinə qoymaq lazımdır ki, x-ların yerinə bu ədədləri yazanda, deməli, ifadəmiz 0-a bərabər olsun. Baxın, burada x kubu var. X kubunun yerinə 0,7-ni yazsam, 0,7-nin kubu bizə 1343 verəcək. 1343-dən deməli 0,47-nin cəmi bizə 0 verə bilməz. Deməli, A variantı yanlışdır. Gətirib B variantında ümumiyyətlə yerinə yaza bilmərəm. Ədəd mənfi də olsa, müsbət də olsa, kvadratı müsbət verir. Müsbətlə də mən müsbəti toplayıb 0 ala bilmərəm. Ona görə B variantı da mümkün deyil. D variantında gətirib yerinə yazsaq, 0,7-nin kvadratı 0,49-dur. 0,49-dan da 0,49-un çıxanda 0 qalır. Və yaxud da dostlar, mənfi 0,17-nin kvadratı da yenə müsbət 0,49 verəcək. Bundan da %49-un çıxanda yenə 0 qalır. Deməli, D variantı, deməli, bu qiymətə uyğundur. Yəni, 0,7 ilə mənfi 0,7-nin tənliyidir. Növbəti keçirik dostlar 28-ci suala.
28-də deyir ki, 4 kök altı x bərabərdir 20 olarsa, deyir ki, bu tənliyi həll edin. Gəlin baxaq. Deməli, 4 kök altı x-in bərabərdir 20-yə. Buradan 4-ü ixtisar aparsam, kök altı x-in bərabərdir 5-ə. X-i də tapanda deməli, hər tərəfi kvadrata yüksəltməliyik. Baxın, hər tərəfi kvadrata yüksəltsək, bu zaman köklə kvadrat gedir, solda x qalır. Sağda da 5-in kvadratı 25 alıram. Deməli, tənliyin kökü bizdə 25 qiyməti imiş. Bu da olacaq B variantı. Keçirik növbəti 29-cu suala. Dostlar, 29-da 5 kök altı y bərabərdir 15 olarsa, deyir tənliyi həll eləyin. Hər tərəfi 5-ə ixtisar eləsəm, kök altı y-in bərabərdir 3-ə və hər tərəfi kvadrata yüksəltsək, kvadratla kök gedir, y qalır. 3-ün kvadratı da bizə 9 verir. Deməli, tənliyin kökü 9 imiş. Növbəti baxırıq 30-cu suala. Sonra 30-da deyir ki, dəyişənin hansı qiymətində kəsirinin qiyməti 0-a bərabərdir. Dostlar, kəsirin qiyməti 0 olsun. Gəlin yazaq. 4x üstə gəl 2-nin, deməli, x kvadrat üstə gəl 5-ə nisbəti bərabərdir, deməli 0-a. Dostlar, birinci mən bunu araşdırıb sadələşdirərəm. Məxrəcə diqqət eləsəz, məxrəc heç vaxt 0-a bərabər ola bilməz. Baxın, çünki x kvadrat plus 5 verib. X mənfi də olsa, müsbət də olsa, kvadratı bizə müsbət verəcək. Müsbətlə müsbəti toplayanda da bizə müsbət verir. Və yaxud da x kvadratın ən kiçik qiyməti 0 ola bilər. Çünki mənfi də yazsaq, müsbət də yazsaq, həmişə kvadratı müsbət olur. X-i 0 verəndə də 0-ın kvadratı 0, 5 gələndə yenə müsbətdir. Yəni, bu o deməkdir ki, istənilən halda bizim məxrəcimiz müsbətdir. Bu ifadənin qiymətinin 0 olması üçün surətimiz deməli 0 olmalıdır. Onda dostlar, 4x üstə gəl 2-ni bərabər eləyirəm 0-a. Buradan 4x-in bərabərdir mənfi 2-yə. X-im də bərabərdir mənfi 4-də 2. O da mənfi 2-də 1. O da bərabərdir mənfi 0,5-ə. Deməli, cavabımız olacaq B variantı. Növbəti baxırıq 31-ci suala. Dostlar, 31-də deyir ki, dəyişənin hansı qiymətində 3 minus 9a-nın a kvadrat üstə gəl 5-ə nisbəti deməli 0-a bərabər olar. Bayaqki suala oxşar qaydada həll eləyəcəyik. Məxrəc baxın, heç vaxt 0 qiyməti ala bilmir. Ümumiyyətlə dostlar, məxrəcə 0 qiyməti vəbşi yazmağımız mənasızdır. Baxın, çünki ədədi 0-a bölmək kimi belə bir qaydamız yoxdur. Yəni, bayaqki sual üçün də bu keçərlidir. Ona görə elə məxrəci atıram. Nəticədə 3 minus 9a-mız bərabərdir 0-a. Buradan 9a-mız bərabərdir 3-ə. A da bərabərdir 9-da 3, yəni 3-də 1-ə. Deməli, cavabımız olmalıdır bizim D variantı. Ümumiyyətlə, dostlar, bayaq məxrəci araşdırdıq. Məxrəci heç araşdırmağa ehtiyac yoxdur. Yəni ki, 30-cu sualda da heç vaxt məxrəci biz 0 qiyməti verə bilmərik. Yəni, x lab 0 qiymətini, məxrəc 0 qiymətini ala bilsə də, mən həmin qiyməti kök olaraq götürə bilmərəm. Yəni, heç vaxt bunu eləyə bilmirik. Keçirik növbəti 32-ci suala. Gəlin baxaq. Dostlar, 32-ci sualda deyir ki, tənliklərdən neçəsinin həqiqi kökü yoxdur. Gəlin birincisinə baxaq. X kvadrat çıxılsın 9 bərabərdir 0-a. Mən bunu vuruqlara ayırsam, x minus 3, x üstə gəlinsin 3 kimi yaza bilərəm. Bərabərdir 0. Buradan x 3 qiymət ala bilər, bir də mənfi 3 qiymət ala bilər. Yəni, bunun həqiqi kökü var. Deməli, birincisini götürməyəcək. Bizdən həqiqi kökü olmayanları istəyir. İkincisi, dostlar, yazıb burada x kvadrat plus 9 bərabərdir 0. Dostlar, x kvadrat bərabərdir mənfi 9 alıram. Nəyinsə kvadratı mənfi qiyməti ala bilməyəcəyi üçün deyirik ki, bunun həqiqi kökü yoxdur. Deməli, 1 ilə 2 nömrəli olacaq. Üçüncüyə baxıram. Üçüncüdə x kvadrat minus 5 bərabərdir 0 yazıb. Buradan x-in kvadratı 5-dir. X də bərabərdir müsbət mənfi kök altda 5-ə. Və deməli, bunun 2 dənə kökü var, həqiqi kökü var. Bizdən kökü olmayanları istəyirdi. 3-ü də götürmürəm. Dostlar, gəldik 4-cüyə. 4-də x kvadrat minus 7 bərabərdir 0 yazıb. Buradan x kvadratın 7-dir. X də bərabərdir müsbət mənfi kök altında 7-yə. Bunun da 2 kökü var, yəni həqiqi kökü var. 4-ü də çıxdım. Və nəhayət 5-ciyə baxıram. X kvadrat plus 16 bərabərdir 0-a. Dostlar, buradan x kvadratımız bərabərdir mənfi 16-ya. Və nəyinsə kvadratı bizə mənfi qiyməti verə bilməz. Ona görə deyirik ki, bu tənliyin həqiqi kökü yoxdur. Həqiqi kökü olmayan 2 ilə 5-dir. Neçəsində deyir? İkisində. Bu da bizdə Y variantıdır.
Növbəti baxırıq dostlar 33-ə. 33-də deyir ki, tənliklərdən neçəsinin həqiqi kökü yoxdur. Gəlin baxaq. Birinci x kvadrat plus 5 bərabərdir 0 yazıb. Buradan x kvadrat bərabərdir -5-ə. Nəyinsə kvadratı bizə mənfi qiymət verə bilməz. Ona görə elə birincinin həqiqi kökü yoxdur. Keçirəm ikincisinə. X kvadrat minus 2 bərabərdir 0-a. X kvadratın bərabərdir 2-yə. X də bərabərdir müsbət mənfi kök altda 2. Baxın 2 dənə həqiqi kökü var. Buna görə ikincini çıxdıq. Üçüncüsündə deyir ki, x kvadrat çıxılsın 4 bərabərdir 0-a. Buradan x kvadratım 4-dür. X də bərabərdir müsbət mənfi 2 qiyməti. Burada da həqiqi kökümüz var. Bunu da götürmürəm. Dördüncüsündə dostlar x kvadrat çıxılsın 3 0-dır. Buradan x kvadratın bərabərdir 3-ə. X də bərabərdir müsbət mənfi kök altda 3. Bunun da 2 dənə həqiqi kökü var. Və nəhayət 5-ciyə gəlirik. X kvadrat plus 6 bərabərdir 0. X kvadrat bərabərdir -6-ya. Və dostlar, nəyinsə kvadratı mənfi qiymət ala bilməz. Deməli, 5-cidə də həqiqi kök yoxdur. Deməli, tənliklərdən x-inin həqiqi kökü yoxdur. Buna görə cavabımız Y variantıdır. Növbəti baxırıq 34-cü suala. Dostlar, 34-cü sualda deyir ki, tənliyin kökləri cəmini tapın. Gəlin sadələşdirək. Baxın, x minus 3-ün kvadratını açsaq, bu zaman x kvadrat çıxılsın 6x üstə gəlinsin 9 alıram. Bir də plus 6x verilib, bərabərdir bizdə 10-a. Sadələşdirəndə dostlar, -6x ilə müsbət 6x gedir. Nəticədə x kvadrat plus 9 bərabərdir 10 qalır. Buradan x kvadrat bərabərdir 10-dan deməli 9-un çıxanda 1 qalır. X də bərabərdir deməli müsbət mənfi 1-ə. Deməli, tənliyin kökləri 1 ilə -1-dir. 1 ilə də -1-in cəmi bizə 0 verəcək. Kökləri cəmini istəyirdi. Bu da C variantıdır. Baxıram növbəti 35-ci suala. Dostlar, 35-ci sualda x üstəgəl 2-nin kvadratı çıxılsın 4x-in bərabərdir 13-ə. Tənliyin kökləri cəmini istəyir məndən. Bu tənliyi açsaq, x-in kvadratı plus 4x plus 4 çıxılsın 4x-in bərabərdir 13 alıram. 4x-lər gedir. X kvadrat bərabərdir. 4-ü sağa keçirəndə 13-dən 4-ünü çıxırıq 9 qalır. Buradan da x bərabərdir müsbət mənfi 3-ə. Yəni kökün biri 3-dür, digəri də -3-dür. Məndən köklərin cəmini istəyir. Bu da eləyəcək 0. Bu da C variantıdır. Keçirik növbəti 36-cı suala. Dostlar, 36-cı sualda 4x-in kvadratı üstəgəl 20x-in bərabərdir 0. Bu zaman 4x-i kənara çıxarsam qalır x üstəgəl 5 bərabərdir 0-a. Hasil 0 eləyirsə vuruqlardan hansısa 0-dır. Ya birinci vuruğum 4x 0-dırsa buradan x-i 0 alıram. Ya da ikinci vuruğum x üstəgəl 5 0-dır. Buradan x alıram -5. Deməli, tənliyin kökləri 0 ilə -5 imiş. Bu da olacaq bizdə A variantı. Növbəti keçirik 37-yə. Dostlar, 37-ci sualda 3x-in kvadratı üstəgəl 12x bərabərdir 20-yə. Bu zaman 3x-i kənara çıxarsam, x üstəgəl 4 bərabərdir 20 və hasil 0-dırsa köklərdən hansısa 0 olmalıdır. Birinci halda 3x-i 0 götürürəm. Buradan x-im 0 olacaq. İkinci halda x plus 4-ü 0 götürürəm. Buradan da x-im bərabərdir -4. Deməli, kökün biri 0, digəri -4-dür. Bu da Y variantında var. Keçirik növbəti 38-ci suala. Dostlar, 38-ci sualda deyir ki, baxın, kvadratik tənlik verilib bizə. Deməli, x kvadrat çıxılsın 6x üstəgəl 8-in bərabərdir 0-a. Bu sualı deməli, tənliyin köklərinin hasilini istəyir. Baxın, çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənliyi x kvadratının əmsalı 1 olan tənliyə deyirik. X kvadrat üstəgəl px üstəgəl q bərabərdir 0 şəklində verirsə bizə, bu zaman köklərin cəmi əks işarə ilə ikinci həddə və köklərin hasili isə bizdə sərbəst həddə bərabər idi. Onda dostlar, köklərin cəmi x1, x2 cəmi bərabərdir. İkinci həddimiz -6-dır. Mənfi yazıbsa, bu zaman tərsinə müsbətini götürürəm. Köklərin hasili də bərabər olmalıydı sərbəst həddə, yəni 8-ə. Bizə nə istəyir? Köklərin hasilini istəyir. Bu da olacaq 8, yəni Y variantı. Növbəti baxırıq 39-cu suala. Dostlar, 39-cu sualda da
Deyir ki, 2x kvadrat plus 4x minus 5 bərabərdir 0 tənliyinin kökləri cəmini tapın. Dostlar, köklər cəmini istəyirsə, mən buradan kökləri tapmamış da həll edə bilərəm. Yəni, çevrilmiş kvadrat tənliyə gətirib həll edə bilərik. Biz bilirik ki, çevrilmiş kvadrat tənlik x kvadratının əmsalı 1 olan tənlikdir. Onda x kvadratının əmsalı 1 olması üçün bu tənliyi deməli x kvadratın əmsalına bölməliyik. Tənliyin hər tərəfini 2-yə bölsəm, baxın, x kvadratın əmsalı 2-dir, 2-yə bölürəm. Bu zaman nəticədə x-in kvadratı plus 2x minus 2,5 bərabərdir 0 alıram. Və bizə nə istəyir? Deyir ki, kökləri cəmini tapın. Biz bilirik ki, köklər cəmi bərabərdir əks işarə ilə x-in əmsalına. 2 yazıbsa, deməli, mənfi 2-yə. Onda cavabımız olacaq, deməli, C variantı. Növbəti baxıram 40-cı suala. Dostlar, 40-cı sualda 2x-in kvadratı üstəgəl 3x minus 7 tənliyindən deyir köklərin hasilini tapın. Köklərin hasilini tapmaq üçün çevrilmiş kvadrat tənliyə gətirməliyik. Yəni, bütün deməli toplananları götürüb x kvadratın əmsalına bölürəm. O zaman x-in kvadratı üstəgəl 1,5x çıxılsın 3,5 bərabərdir 0-a. Biz bilirik ki, köklərin cəmi əks işarə ilə x-in əmsalına bərabərdir. Yəni, mənfi 1,5. Köklərin hasili isə elə sərbəst həddə bərabərdir. Mənfi 3,5-ə. Məndən köklər hasili istəyir. Mənfi 3,5 olmalıdır. Bu da olacaq, deməli, A variantı. Növbəti baxırıq 41-ci suala. Dostlar, 41-ci sualda bizdən nə istəyir? Tənliyin həllini istəyir sadəcə. X kvadrat çıxılsın 0,2x-in bərabərdir 0-a. Buradan x-i kənara çıxarsam, x minus 0,2 bərabərdir 0 alıram. Hasil 0-dırsa, vuruqlardan hansısa 0 olmalıdır. Ya birincisi 0-dır, yəni elə x bərabərdir 0-a. Ya da ikinci vuruğum x minus 0,2 0-dır. Bu zaman x bərabərdir 0,2-yə. Deməli, köklər bizdə olmalıdır 0-la 0,2. Bu da B variantı. Növbəti baxırıq 42-ci suala. Gəlin baxaq. Dostlar, 42-ci sualda deyir ki, tənliyin kökləri cəmini tapın. Gəlin birinci sadələşmə edək. Deməli, x-in kvadratı çıxılsın 5x-in bərabərdir mənfi 4-ə. Mənfi 4-ü sol tərəfə keçirsəm, x kvadrat çıxılsın 5x üstəgəl 4 bərabərdir 0 olacaq. Biz bilirik ki, bu tənlik çevrilmiş kvadrat tənlikdir. Çünki x kvadratın əmsalı 1-dir və çevrilmiş kvadrat tənlikdə köklərin cəmi bərabər idi əks işarə ilə ikinci həddə. Yəni, mənfi 5 yazmışıqsa, müsbət 5-ə bərabərdir. Bizə deyir ki, tənliyin kökləri cəmini tap. Bu da olacaq, deməli, 5 qiyməti. Baxıram növbəti 43-cü suala. Dostlar, 43-də x vur x minus 4-ün bərabərdir mənfi 3 verilib. Sadələşdirəndə x kvadrat çıxılsın 4x-in. Mənfi 3 də sola keçir, olur müsbət 3 bərabərdir 0 qalır. Tənliyin kökləri cəmini istəyir. Köklər cəmini, deməli, çevrilmiş kvadrat tənlikdə tapa bilirik. Çevrilmiş kvadrat tənlik x kvadratın əmsalı 1 olan tənlikdir. Burada da x kvadratın qarşısında ədəd yazmadığımız üçün, deməli, çevrilmiş kvadrat tənlikdir. Bu zaman, dostlar, köklərin cəmi əks işarə ilə ikinci həddə bərabər olmalıydı. Yəni, mənfi 4 yazıbsa, tərsinə müsbət 4 götürürəm. Bu da olacaq, deməli, Y variantı. Növbəti keçirik 44-ə. Dostlar, 44-də nə deyir? Deyir ki, M parametrinin hansı qiymətində M-x üstəgəl 24 bərabərdir 0 tənliyinin həlli yoxdur. Baxın, bizim belə bir qaydamız var ki, deməli, A-x üstəgəlilsin B bərabərdir 0 tənliyinin həlli olmaması üçün A əmsalı 0-a bərabər olmalıdır və B əmsalı 0-dan fərqli olarsa, bu zaman deyirik ki, tənliyin həlli yoxdur. Baxın, tənliyin həlli yoxdur. Bu bizim qaydamızdır. İndi dostlar, bu yuxarıdakı tənliyin həllinin olmaması üçün sərbəst səddimiz, baxın, B-miz deməli 0-dan fərqlidir. Onda x-in əmsalı 0-a bərabər olmalıdır. Deməli, M 0 olsa, bu tənliyin həlli olmaz. Buna görə cavabımız olacaq C variantı. Növbəti baxıram 45-ə. Dostlar, 45-də deyir ki, A parametrinin hansı qiymətində tənliyin kökü 2-yə bərabər olar. Dostlar, tənliyin kökü 2 deyirsə, gətirib deməli x-in yerinə 2 yazmalıyam. Onda A minus 7 vurulsun x bərabərdir 8-də. Gətirib deməli x-in yerinə 2 yazıram. Bərabər 8-ə.
Buradan açıq 7 bərabərdir. 2 ilə 8 ixtisar gedəndə 4 qalır. A da bərabərdir. 7 sağa keçir, müsbət olur. Deməli, toplanıb 11 olur. Deməli, A-nın 11 qiymətində. Baxırıq növbəti 46-ya. Deyir ki, A parametrinin hansı qiymətində A-1 vurulsun x bərabərdir 4 tənliyinin həlli yoxdur. Gəlin belə eləyək. Bu bizim 46-cı sualımızdır. Bayaq dediyimiz kimi qaydanı yenidən yazıram. A(x + b) bərabərdir 0 tənliyində. Əgər A 0-dan fərqli, yəni x-in əmsalı 0-dan fərqli, sərbəst həddimiz isə, üzrü sayın, x-in əmsalı 0, sərbəst həddimiz isə 0-dan fərqli olarsa, bu zaman deyirdik ki, tənliyin həlli yoxdur. Bu zaman deyirik ki, tənliyin həlli yoxdur. İndi dostlar, baxın 46-cı sualda şərti belə verib. A-1 vurulsun x-in bərabərdir, deməli 4-ə. Deyir, tənliyin həlli olmasın. Mən 4-ü keçirəm sol tərəfə. Açıq 1 vurulsun x + 4 bərabərdir 0-a. Diqqət edirsinizsə, sərbəst həddimiz 4-dür, 0-dan fərqlidir və bu zaman x-in əmsalı, deməli A 0-a bərabər olmalıdır. Buradan x-in əmsalı A-1-dir. A-1 0 olmalıdır, A da bərabərdir 1 olmalıdır ki, bu tənliyin həlli olmasın. Deməli, cavabımız C variantı olacaq. Növbəti baxırıq 47-ci suala. Dostlar, 47-ci sualda deyir ki, B-nin hansı qiymətində, deməli 2 - B vurulsun x-in bərabərdir -4 tənliyinin həlli yoxdur. Dostlar, bu dəfə fərqli formada həll eləyəcəm. X-i tapanda -4-ü, deməli 2 - B-yə bölməliyəm. Deməli, tənliyin həllinin olmaması üçün, baxın, məxrəc deməli 0-a bərabər olmalıdır. Biz bilirik ki, deməli, tənliyin həllinin olması üçün məxrəc həmişə 0-dan fərqli götürürük. Əgər məxrəc 0-a bərabər olsa, bu zaman, deməli, tənliyin həlli olmaz. Onda B bərabərdir 2 olarsa, məxrəc 0 olacaq. Buna görə cavabımız nədir? D variantıdır. Ya da qayda ilə də deyə bilərik ki, x-in əmsalı 0-a bərabər olduqda, bu zaman tənliyin həlli yoxdur. X-in əmsalında 0 olması üçün B2 olmalıdır. Növbəti baxıram 48-ci suala. Dostlar, 48-ci sualda deyir ki, B-nin hansı qiymətində 2B + 12 ifadəsinin qiyməti 3B çıxılsın 15 ifadəsinin qiymətindən 2 dəfə böyükdür. Dostlar, 2B + 12 3B - 15-dən deyir 2 dəfə böyükdür. Soldakı sağdakından 2 dəfə böyükdür. Onda soldakı bərabərdir sağda yazdığımın 2 qatına. İndi bu tənliyi həll eləməliyəm. 2B + 12 bərabərdir. 3B-ni 2-yə vuranda 6B, -15-də 2-yə vuranda -30. Burada məhsulları bir tərəfə, ədədləri digər tərəfə keçiririk. 6B yerini dəyişəndə olacaq -, 12 də müsbətdir, yerini dəyişəndə olacaq -12. Bu zaman -4B-miz bərabərdir -42-yə və nəticədə alırıq ki, B bərabərdir -42-nin -4-ə nisbəti. Mənfilər gedir. 2-yə də ixtisar getsə qalacaq 2-də 21. Bu da bərabərdir bizdə 10,5-ə. Deməli, cavabımız B variantıdır. Növbəti baxırıq 49-cu suala. Dostlar, 49-da nə deyir? 3 ədədin cəmi 30-dur. İkinci ədəd birincidən 4 dəfə böyük. Üçüncü isə deyir ki, 6 vahid böyükdür. Bu ədədlərin hasilini tapın. Gəlin belə yazaq. Birinci ədəd, ikinci ədəd, bir də üçüncü ədədimiz var. Deyir, ikinci ədəd birincidən 4 dəfə böyükdür. Onda mən birinciyə x desəm, ikinci olur bizdə 4x qədər. İkinci ədəd birincidən 4 dəfə böyükdür, üçüncüdən isə 6 vahid böyükdür. İkinci üçüncüdən 6 vahid böyüksə, onda üçüncü 4x - 6 imiş. Yəni, ikincidən 6 vahid əski imiş. Bizə deyir ki, bu üç ədədin cəmi bərabərdir, deməli 30-a. Onda dostlar, gəlin belə eləyək. Ədədin biri x-dir, biri 4x-dir, biri də 4x - 6-dır. Bərabərdir 30-a cəm. Bu zaman toplayanda alırıq 9x çıxılsın 6 bərabərdir 30-a. 9x-im da bərabərdir 36-ya. X da bərabərdir 36-nı 9-a böləndə olacaq 4. Deməli, bu ədədlərin hasilini istəyir. Biz aldıq ki, birinci ədədimiz deməli 4-dür. İkinci ədədimiz olacaq bizim 4x, yəni 4 vurulsun 4, 16 və üçüncü ədədimiz də deməli 4x - 6-dır. 4 vur 4 çıxılsın 6, 16-dan 6, bu da 10 eləyir. Bizə deyir ki, bu ədədlərin hasilini tapın.
4'ü 16'ya bir də 10'a vuranda nəticədə 640 qiymət alınır. Bu da A variantıdır. Növbəti baxıram 50-ci suala. Dostlar, 50-ci sualda deyir ki, x kvadrat çıxılsın 5 bərabərdir 4'ə. Deyir ki, tənliyin kiçik kökünü tapın. Dostlar, buradan x kvadratımız bərabərdir. Mənfi 5 sağa keçir, toplanır 9 olur. Və bu zaman x-i tapanda, deməli 9-dan kök alanda müsbət mənfi 3 verə bilər. Deməli, köklərin biri 3'dür, digəri də mənfi 3'dür. Bizdən kiçik kökünü istəyir, bu da olacaq, deməli mənfi 3 qiyməti. Keçirik növbəti 51-ci suala. Dostlar, 51-ci sualda deyir ki, x kvadrat çıxılsın 3 bərabərdir 1'ə. Buradan x kvadratım 4 olacaq. X də bərabərdir. 4'dən kök alanda müsbət mənfi deməli 2 çıxır. Tənliyin kiçik kökünü istəyir. Bu da olacaq mənfi 2 qiyməti. Növbəti baxırıq. 52-ci sual. 52-də nə deyir? 3x çıxılsın 8 bərabərdir 3x plus 2'yə. Dostlar, hər tərəfdən 3x'lar eyni işarədə atsam, bu zaman mənfi 8'in bərabərdir 2 qalır. Baxın, ziddiyyət aldım. Mənfi 8 təbii ki 2'yə bərabər ola bilməz. Deməli, buradan alırıq ki, bu tənliyin kökü yoxdur. Buna görə cavabımız olacaq C variantı. Keçirik növbəti 53-cü suala baxırıq. 53-cü sualda x kvadrat üstəgəl 3x minus 1'in bərabərdir 0 verib, tənliyin köklərinin kvadratları cəmini istəyir. Dostlar, birincisi biz bilirik ki, bu çevrilmiş kvadrat tənlikdir. X kvadratının əmsalı 1'dirsə, deməli həmin tənlik çevrilmiş kvadrat tənliyi olur. Və çevrilmiş kvadrat tənlikdə, deməli köklər cəmi x-in əmsalının əks işarəsinə bərabərdir. Köklər hasili isə bərabər idi bizdə sərbə səddə, yəni mənfi 1'ə. İndi dostlar, bizə deyir ki, köklərin kvadratları cəmini tapın. Yəni məndən x1'in kvadratı ilə x2'in kvadratının cəmini istəyir. Dostlar, biz bilirik ki, x1'in kvadratı üstəgəl x2'nin kvadratı bərabərdir. x1 üstəgəl x2'nin kvadratı cəmindən, cəminin kvadratından çıxmalıyam 2x1 x2'ni. Buradan da x1 x2'nin cəmi mənfi 3'dür. Mənfi 3'ün kvadratından çıxıram. 2 vurulsun, hasildə mənfi 1'dir. Bu da bərabərdir. Mənfi 3'ün kvadratı 9, mənfi 2'ni mənfi 1'ə vuranda müsbət 2, toplayanda da alırıq 11 qiyməti. Deməli, cavabımız 11 olmalıdır. Növbəti keçirik, deməli 54-cü suala. Gəlin baxaq. Dostlar, 54-cü sualda deyir ki, tənliyin köklərinin yenə kvadratları cəmini istəyir. Gəlin baxaq. Deməli, 3x-in kvadratı üstəgəlsin x minus 1'in bərabərdir 0. Mən bunu daha qısa şəkildə kökləri tapmadan həlləmək istəyirəmsə, bu tənliyi çevrilmiş kvadrat tənliyə gətirməliyəm. Dostlar, çevrilmiş kvadrat tənliyi x kvadratının əmsalı 1 olan tənliyidir. Onda tənliyin bütün komponentlərini x kvadratının əmsalına bölürəm ki, x kvadratının əmsalı 1'ə çevrilsin. Bu zaman x-in kvadratı üstə gəlinsin 3'də 1x, bir də çıxılsın 3'də 1 alacağım. Bərabərdir 0'a. Bu zaman köklərin cəmi əks işarə ilə x-in deməli əmsalına bərabərdir. Yəni mənfi 3'də 1'ə. Köklər hasili isə bərabərdir sərbə səddə. O da mənfi 3'də 1'ə. Və dostlar, bizdən köklərin kvadratları cəmini istəyir. x1'in kvadratla x2'in kvadrat cəmi bərabərdir. x1 x2 cəminin kvadratından çıxmalıyıq 2x1 x2'ni. Bu da bərabərdir dostlar. x1 x2'nin cəmi mənfi 3'də 1'dir. Bunun kvadratından çıxıram 2 vurulsun. Deməli, hasil də mənfi 3'də 1'dir. Bu da bərabərdir. Mənfi 3'də 1'in kvadratı 9'da 1. Mənfini mənfiyə vuranda müsbət eləyir. Bu da eləyəcək 3'də 2. Ortaq məxrəc 9'dur. 9'da 1 üstə gəlinsin. 9'u 3'ə böləndə 3 dəfə 3 2'nin 6 eləyir. Bu da bərabərdir 9'da 7'yə. Bitdi. Bu da Y variantı. Baxırıq növbəti 5-ci suala. 5-ci sualda dostlar, deməli 6 vurulsun x minus 4, üstə gəlinsin 2 vurulsun x plus 5, bərabərdir bizdə 18'ə. Baxın, belə bir tənlik verilib. Gəlin həll eləyək. Mötərizələri açanda 6x çıxılsın 24 və 2x üstə gəlinsin 10 alıram. Bərabərdir 18'ə. Biraz da sadələşsə 6x ilə 2x'in cəmi 8x. Mənfi 24 ilə 10'u toplayanda mənfi 14 bərabərdir 18'ə. 8x'in bərabərdir 14 sağa keçir, işarəsi dəyişir.
8x-im olacaq 32, x-im də bərabərdir 4-ə. Deməli, cavabımız D variantıdır. Növbəti 56-ya baxıram. Dostlar, 56-cı sualda 8 çıxılsın 2x-im çıxılsın 5 minus 4x-im bərabərdir, deməli 17-yə. Dostlar, mötərizələri açsaq 8 minus 2x, deməli, mənfi 5, mənfinin mənfisi müsbət edir, müsbət 4x, bərabərdir 17-yə. Mənfi 2x ilə 4x-in cəmi 2x eləyir. 8-dən 5-in çıxanda müsbət 3 qalır, bərabərdir 17. 2x-in buradan 14-ə bərabərdir, x-im də olacaq 7. Yəni B variantı. Növbəti baxırıq. 57-ci sual. Gəlin baxaq. Dostlar, 57-ci sualda deməli nə deyir? Yenə tənliyi həll edirik. Gəlin baxaq. 57-də mötərizədə 12x minus 3 çıxılsın 8x üstəgəl 5 verib. Bərabərdir 32-yə. Dostlar, mötərizəni açsam 12x minus 3 minus 8x minus 5 bərabərdir 32-yə. 12x-dan 8x-in çıxanda 4x qalır. Mənfi 3, mənfi 5, mənfi 8 eləyir. Bərabərdir 32. Buradan 4x-in bərabərdir. 8 yerini dəyişəndə işarəsi dəyişir və bərabər olur 40-a. X da bərabərdir. 40-ı 4-ə böləndə 10 eləyəcək. Bu da C variantı. Növbəti baxıram 58-ə. Dostlar, 58-də x-in kubu üstəgəl 27 bərabərdir 0 verib. Dostlar, buradan deməli x kubumuz bərabərdir. 27 sağa keçir mənfi 27-yə. Və deməli, mənfi 27 nəyin kubudur dostlar? Mənfi 27 bilirik ki, mənfi 3-ün kubudur. Kubları açsaq, onda qalır x-imiz bərabərdir mənfi 3-ə. Deməli, cavabımız C variantıdır. Dostlar, 59 nə deyir? Deyir, M parametrinin hansı qiymətində deməli, bu tənliyin köklərindən biri 2 olar. Dostlar, köklərindən biri 2 olar deyirsə, gətirib deməli 2 qiymətini x-ların yerinə yazmalıyıq. Bu zaman m vurulsun x-in yerinə 2 yazanda 2-nin kvadratı, üstəgəl 2 çıxılsın 8m, üstəgəl 4-ümüz bərabərdir 0-a. Buradan m-in qiymətini tapa bilərik. Nəticədə alıram 4m üstəgəl 2 çıxılsın 8m plus 4 bərabərdir 0-a. 4m-dən 8m-ni çıxanda mənfi 4m qalır. 2 ilə də 4-ün cəmi bizə 6 verəcək, bərabərdir 0-a. Buradan da deməli 4m-imiz bərabər olur 6-ya, m də bərabərdir 4-də 6, yəni 2-də 3, o da bərabərdir 1,5 deməkdir. Deməli, cavabımız A variantı olacaq. Növbəti baxırıq 60-cı suala. M parametrinin hansı qiymətində tənliyin köklərindən biri 1 olar? Dostlar, tənliyin köklərindən biri 1-dirsə, gətirib tənlikdə x-ların yerinə 1 yazmalıyam. Bu zaman dostlar, x-ların yerinə 1 yazsam, m vur 1-in kvadratı, üstəgəl 1, çıxılsın 6 vur, deməli m, üstəgəlinsin 4 bərabərdir, deməli 0 alırıq. Buradan m üstəgəlinsin 1, çıxılsın 6m, üstəgəl 4 bərabərdir 0-a. M-dən 6m-in çıxanda mənfi 5m, üstəgəlinsin 5 bərabərdir 0, mənfi 5m bərabərdir mənfi 5-ə, hər tərəfi mənfi 5-ə də bölsəm, deməli sağda 1 qalacaq. M bərabərdir 1 alıram. Deməli, m-in 1 qiymətində bu zaman köklərindən biri də bizdə 1 qiymət olar. Bu da C variantıdır. Keçirik növbəti 61-ci suala. Dostlar, 61-də deyir ki, tənliyin kökündən deməli 3 vaid böyük olan ədədi tapın. Gəlin birinci tənliyin kökünü tapaq. Deməli, 14 üstəgəl x-in 8-ə nisbəti bərabərdir 2. Buradan 14 üstəgəl x-in bərabərdir 8-i 2-yə vururuq, 16 alırıq və x-də tapanda 16-dan 14-ün çıxıram, qalır 2. Deməli, tənliyin kökü 2-dir. Bizə deyir ki, tənliyin kökündən 3 vaid böyük olan ədəd tap. Yəni, x plus 3-ü tap. Bu da 2 üstəgəl 3 bərabərdir 5-ə. Deməli, cavabımız C variantıdır. Növbəti baxıram 62-ci suala. 62-də də eyni şərti verib. Deməli, tənliyin kökündən bu dəfə 10 vaid böyük olan ədəd istəyir. Gəlin tənliyin kökünü tapaq. 4-də 15 üstəgəl x bərabərdir 5-ə. Bu zaman 15 üstəgəl x-in bərabərdir 5 4-ün 20-yə. X-im də bərabərdir 20-dən 15-in çıxanda qalır 5. Bizə deyir ki, tənliyin kökündən 10 vaid böyük olan ədəd.
Yəni x plus 10 istəyir. Bu da 5 üstəgəl 10 bərabərdir 15-ə. Deməli, cavabımız 15 olacaq. Bu da A variantı. Növbəti keçirəm dostlar 63-cü suala. 63-cü sualda deyir ki, bu tənliyi həll eləyin. Gəlin baxaq. Deməli, şərti belədir ki, 2002-dən çıxır 1002 x bərabərdir deməli 1000-ə. Dostlar, buradan 1002 x-i tapsam, 2002-dən deməli 1000-ni çıxmalıyam. Çıxmalıyam 1000-ni. Buradan 1002 bərabərdir. 1002 x-in bərabərdir. 2002-dən 1000-ni çıxanda 1002 qalacaq. X də bərabərdir 1002-ni 1002-yə böləndə bizə bir qiyməti verəcək. Deməli, cavabımız 1 olmalıdır. Növbəti baxıram 64-cü suala. 64-də x-in üzərinə 0,5 gəlib alır 0,7. Deyir, bu tənliyi həll eləyin. Dostlar, yazırıq. X üstə gəlinsin. 0,5. Bunu biz yaza bilərik. 5 kimi, 5 kəsir kimi və 0,7-də 9-da 7 deməkdir. Buradan dostlar, x üstə gəlinsin. 5-i ixtisar aparsaq 2-də 1 kimi yaza bilərik. Bərabərdir 9-da 7-yə. Buradan da x-i tapanda 9-da 7-dən çıxmalıyam 2-də 1-i. Bu da bərabərdir. 9-la 8-ə ortaq məxrəc 18 olacaq. 18 9-a 2 dəfə düşür. 2 7-nin 14. 18 2-yə 9 dəfə düşür. 9 1-in 9. Bu da bərabərdir 18-də 14-dən 9-un çıxanda qalır 5. Deməli, cavabımız 18-də 5 olmalıdır. Bu da B variantı. Növbəti baxıram 65-ci suala. Dostlar, 65-də 0,8x çıxılsın 0,9 bərabərdir. 0,3x üstə gəlsin 0,6-ya. Gəlin indi həll eləyək. Məhsulları bir tərəf, ədədləri digər tərəfə keçiririk. Bu zaman 0,8x çıxılsın 0,3x, işarə dəyişir. Mənfi 0,9 sağa keçəndə olacaq müsbət 0,9 və bir də müsbət 0,6-mız var. 0,8-dən 0,3-ün çıxanda 0,5x qalacaq. 0,9-dan da 0,6-ın cəmi bizə 1,5 verəcək. Bu zaman x-i tapanda 0,5-də deməli 1,5 yazırıq. Bunu da dostlar ixtisar aparsaq, ondalar getsə qalacaq 5-də 15. Bu da 15-i 5-ə böləndə bizə 3 qiyməti verir. Deməli, tənliyin kökü 3-ə bərabərdir. Növbəti baxıram 66-cı suala. Dostlar, 66-da deyir ki, ədədin üzərinə özünün 30%-ni və 36 əlavə elədikdə 205 alınır. Həmin ədədi tapın. Dostlar, ədədim x-dir, məhsuldur. Ədədin üzərinə x-in 30%-ni, yəni %30x gəlirəm və əlavə bir də 36 gələndə alırıq deməli 205 qiyməti. Məndən x-in qiymətini istəyir. Gəlin yazaq. Dostlar, x-la deməli %30 onda 3 deməkdir. Onda 3x-i toplayırıq. Bərabərdir 205-dən də 36 sağa keçəndə işarəsi dəyişir. 36-nı çıxırıq. X-la onda 3-ü toplamaq bizə onda 13x verəcək. Bərabərdir. 205-dən 36-sını çıxsaq, qalacaq deməli 169 qiyməti. Buradan da x-i tapanda 169-u tərsinə 10-a vurub 13-ə bölməliyəm. Bu zaman 169-dan 13 ixtisarı gedəndə 13 qalır. 13-ü də 10-a vuranda 130 qiyməti alırıq. Deməli, ədədimiz 130-a bərabər imiş. Növbəti baxırıq 67-ci suala. Dostlar, 67-ci sualda deməli, 2 vurulsun modulda x-4-ümüz bərabərdir 11-ə. Buradan x-4-ü tapsam, deməli, hər tərəfi 2-yə bölməliyəm. Hər tərəfi 2-yə böləndə 11-i 2-yə böləndə 5/5 alırıq. Deməli, modul x-4-ümüz 5/5-dir. Bu zaman 2 halımız var. Ya x-4 bizdə elə 5/5 imiş, ya da ikinci halda x-4-ümüz bərabər imiş mənfi 5/5-ə. İndi dostlar, buradan x-4-ümüz 5/5 olsa x bərabərdir. 4 sağa keçib müsbət olur. 4 ilə 5/5 toplayıram, 9/5 eləyir. Digər halda da x-i tapsaq, 4 sağa keçir müsbət olur. 4 ilə deməli 4-dən 5/5-i çıxmış oluruq bu dəfə. Çünki 5/5 mənfidir. Buradan da alıram ki, x-in bərabərdir mənfi 1/5-ə. Deməli, cavabımız 9/5 ilə mənfi 1/5 olmalıdır. Bu da olacaq B variantı.
Keçirik növbəti 68-ci suala. Dostlar, 68-ci sualda deyir ki, A parametrinin hansı qiymətində tənliyin sonsuz sayda həlli var? Diqqət edirsinizsə, bu tənlik xətti tənlikdir. Baxın, burada kvadratik işarəsi yoxdur. Dostlar, deməli xətti tənlik ax üstə gəlinsin b bərabərdir 0 formasında olan tənliyə deyirdik. Tənliyin sonsuz sayda həlli olması üçün bu zaman a da 0-a bərabər olmalıydı, b də 0-a bərabər olmalıydı. Bu zaman deyirdik ki, tənliyin deməli sonsuz sayda deməli həlli var. Aha. Bu zaman sonsuz sayda həlli var deyirdik. İndi dostlar, burada tənliyi elə verib ki, biraz mürəkkəb formada görünür. Mən bunu ax üstə gəl b formasına gətirəcəm, yəni sadələşdirəcəm. Gəl sadələşdirib yazaq. 3-ü 4 aya vuranda 12a, üstə gəl 3x, çıxılsın 4-ün bərabərdir. Sağ tərəfdə də 4a-nı 3x-a vuranda 12ax, bir də çıxılsın 4a-nı mənfi 1-ə vuranda bizə deməli mənfi 4a verəcək. Aha. İndi dostlar, deməli bunların hamısını sol tərəfə keçirirəm. 12a üstə gəlir 3x çıxılsın 4. 12ax da sola keçirəndə işarəsi mənfi olur. Mənfi 4a sola keçəndə olacaq müsbət 4a bərabərdir 0. İndi dostlar, deməli x-in əmsallarını 1 yazırıq. Baxın, x-in əmsalları olanlar 1 yazırıq. Bu zaman 3 çıxılsın 12a vurulsun x və sərbəst həddimizdən deməli üstə gəlinsin 12a ilə 4a-nın cəmi 16a, bir də minus 4-ümüz var. Bərabərdir 0-a. Biz yuxarıdakı tənliklə müqayisə edəsək, baxın, burada x-in əmsalı deməli 3 minus 12a-dır. Sərbəst həddimizdə b-imizdə deməli 16a minus 4-dür. Biz dedik ki, tənliyin sonsuz sayda həllinin olması üçün x-in əmsalı da 0 olmalıdır, sərbəst həddimizdə 0 olmalıdır. Bu zaman 3 minus 12a-nı bərabər eləyirəm 0-a, x-in əmsalını. Eyni zamanda 16a çıxılsın 4-də bərabərdir 0 olmalıdır. Gəlin indi baxaq. Buradan deməli 12a-mız bərabərdir 3-ə, a da bərabərdir 12-də 3, bu da ixtisar gedəndə 4-də 1. Həqiqətən 4-də 1 qiymətini sağda da yerinə yazanda 16-nı 4-də 1-ə vuranda 4 eləyir, 4-dən də 4 çıxanda 0 qalır. Deməli, a 4-də 1 olsa, x-in əmsalı da sərbəst həddimiz də 0 olar. Bu da tənliyin sonsuz sayda həlli var deməkdir. Deməli, cavabımız olacaq Y variantı. Növbətə baxıram 69-cu suala. Deyir ki, a-nın hansı qiymətində tənliyin həlli yoxdur? Dostlar, xətti tənlik üçün biz deyirdik ki, ax üstə gəl b bərabərdir 0 tənliyində, əgər a əmsalı bərabərdir 0, sərbəst həddimiz 0-dan fərqli olarsa, bu zaman tənliyin deməli həlli yoxdur. Baxın, bu deməkdir. İndi bizə deyir ki, a-nın hansı qiymətində tənliyin həlli yoxdur? X-in əmsalı 0 olanda deməli tənliyin həlli olmayacaq. X-in əmsalı, baxın, burada a-5-dir. Onda a-5-i 0-a bərabər eləyirəm. Bu zaman a bərabərdir 5. Əgər a 5 olsa, deməli tənliyin həlli olmaz. Bu da B variantıdır. Növbəti keçirik dostlar 70-ci suala. 70-ci sualda modul tənlik verilib. Modul x-4-ün bərabərdir x üstə gəlinsin 3-ə. Dostlar, burada 2 hala baxacağıq. Birinci halımız budur ki, dostlar, x-4 deməli böyük olsun 0-dan, böyük bərabərdir 0-dan. Deməli, bu zaman tənliyi həll eləsək, x-imiz deməli böyük bərabərdir 4-dən olur, x 4-dən böyük. Və dostlar, bu halda həll eləyəndə deməli bizim x-4-ümüz x-4-ə müsbət deyirəmsə, moduldan olduğu kimi çıxır. Yəni, qarşısına mənfi atmağa ehtiyac yoxdur. Əgər x-4 müsbətdirsə, deməli modul işarəsinə ehtiyac yoxdur. Elə olduğu kimi də moduldan çıxacaq. Bərabərdir x üstə gəl 3-ə. Buradan x-lar gedəndə alırıq ki, mənfi 4 bərabərdir 3. Təbii ki, baxın, bu da ziddiyyət deməkdir. Yəni, buradan tənliyin həlli yoxdur. Keçirik dostlar ikinci hala. Bu dəfə x-4-ü 0-dan deməli kiçik bərabər götürürük. Onda x deməli kiçik bərabərdir, 4 sağa keçir, müsbət 4 olur. Və dostlar, x-4-ə mənfi desək, moduldan çıxardanda təbii ki, mənfi çıxa bilməz. Qarşısına bir dənə mənfi işarəsi atmalıyam. Mənfi deməli mötərizədə x-4 bərabərdir x plus 3-ə. Bu zaman mənfi x üstə gəlsin 4 bərabərdir x üstə gəl 3-ə. Və deməli x-ları bir tərəfə, məhdudlar da ədədləri də bir tərəfə keçiririk.
Mənfi x minus x. 4 də sağa keçəndə mənfi 4 olacaq. Plus 3'ümüz var. Mənfi 2x-in bərabərdir. Mənfi 4 ilə 3'ün cəmi mənfi 1 edir. X də bərabərdir buradan. Deməli, mənfi 1'in mənfi 2'yə nisbəti. Bu da eləyəcək, mənfilər gedir, qalır 2'də 1, yəni 0,5. Dostlar, x 0,5'dir. Gətirib burada yoxlayırıq. Biz x-in deməli, x minus 4'ün mənfi hallarına baxmışdıq. X deməli 4'dən kiçik olmalıdır. Bəli, 0,5 də 4'dən kiçikdir. Həmin şərti ödədiyi üçün deməli x-in 0,5 qiyməti bu tənliyin kökü olacaq. Deməli, cavabımız Y variantıdır. Keçirik növbəti. 71-ci suala. Gəlin baxaq. Dostlar, 71-ci sualda nə deyir bizə? 71-ci sualda, baxın, kvadratik tənliyimiz var. Deyir ki, tənliyin kökləri x1 və x2 olduqda, bu zaman ifadənin qiymətini tapın. Dostlar, x kvadrat çıxılsın 6x üstə gəl 5 bərabərdir 0 tənliyə çevrilmiş kvadrat tənlikdir. Ona görə çevrilmişdi ki, demişdik ki, çevrilmişdə x kvadratın əmsalı 1'ə bərabər olur. Və dostlar, çevrilmiş kvadrat tənlikdə köklərin cəmi əks işarə ilə x-in əmsalına bərabər idi. Yəni, mənfi 6 yazılıbsa 6 götürürəm və köklərin hasili də bərabərdir bizdə sərbəst həddə. Bunu yazandan sonra indi bizdən nə istəyir? Baxın, buna baxa bilərik. Deyir ki, x1'in deməli x2'yə nisbəti üstə gəlinsin. x2'nin x1'ə nisbətinin qiymətini tapın. Mən bunu ortaq məxrəci gətirəcəm. Ortaq məxrəc deməli x1 x2'dir. x2'yə böləndə x1 dəfə düşür. x1'ə vuranda da x1'in kvadratını alıram. Bu hasili x1'ə böləndə x2 dəfə düşür. Bir də x2'yə vuranda x2'nin kvadratını alıram. Bu da bərabərdir. Deməli, x1 x2'də mötərizə x1 üstə gəl x2'nin kvadratı çıxılsın 2x1 x2. Baxın, bu şəkildə yaza bilərik. Bu da bərabərdir dostlar. İndi qiymətləri yerinə yazırıq. x1 x2 hasili bilir ki 5'dir. x1 x2 cəmi 6 idi. 6'nın kvadratı çıxılsın 2 vurulsun. x1 x2 hasilimiz də nədir? 5'dir. 2 vurulsun 5. Bu da bərabərdir 5'də. 6'nın kvadratı 36'dır. 2 5'ində 10'dur. Buradan 5'də alıram 26. 26'ını da 5'ə böləndə 25 5'ə 5 dəfə düşür, qalğın 1 qalır. Yəni 5,5'də 1. Dostlar, 5,5'də 1'də yaza bilərik 5,2 şəklində. Bu da olacaq bizdə A variantı. Növbəti keçirik 73-cü suala. Dostlar, 73-də deyir ki, tənliyin kökləri hasilini tapın. Gəlin birinci sadələşdirmə eləyək. Gəlin baxaq. Deməli, 3 vurulsun. Mötərizədə x minus 2'nin kvadratı bərabərdir. 2 vurulsun x minus 1'in kvadratı çıxılsın bir də 2 ifadəmiz var. Bu tənliyi sadələşdirsəm 3 vurulsun x minus 2'nin kvadratını atsaq x-in kvadratı çıxılsın 4x üstə gəl 4 olacaq. Digəri də 2 vurulsun x-in kvadratı çıxılsın 2x üstə gəl 1 olur. Və kənarda da bir dənə deməli mənfi 2'miz var. Mötərizəni atsam 3x-in kvadratı çıxılsın 12x üstə gəlsin 12. Sağda da 2x'in kvadratı çıxılsın 4x üstə gəlinsin 2. Bir də minus 2'miz var. Buradan dostlar, deməli müsbət 2 ilə mənfi 2'lər getdi. Və deməli 3x kvadrat çıxılsın 12x üstə gəl 12'dən. Sağdakıları çıxıram. 2x kvadrat sola keçəndə mənfi 2x kvadrat olur. Mənfi 4x sola keçəndə müsbət 4x olur. Sağda içinə qalmadığı üçün 0 yazırıq. 3x kvadratdan 2x kvadratını çıxanda x kvadrat, mənfi 12x, müsbət 4x, mənfi 8x verir və bir də plus 12'miz var. Bərabərdir 0. Deyir, tənliyin kökləri hasilini tapın. Dostlar, x kvadratının əmsalı 1 olduğu üçün aldığımız tənlik deməli çevrilmiş, deməli kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdir. Və çevrilmiş kvadrat tənlikdə köklərin cəmi əks işarə ilə ikinci həddə, köklərin hasili isə bizdə sərbəst həddə bərabərdir. Köklərin hasilini istəyir, bu da olacaq müsbət 12, yəni B variantı. Növbəti baxıram 74'də. Dostlar, 74'də eyni qaydada həll eləyəcəm. 74'də 3 vurulsun x plus 2'nin kvadratı bərabərdir 2 vurulsun x plus 1'in kvadratı, bir də plus 4'üm var. Bizdən tənliyin kökləri hasilini istəyir. Birinci sadələşdirməliyik. Baxın, kvadratları açsaq, deməli, x plus 2'nin kvadratı x kvadrat plus 4x plus 4 verir. Və 2 vurulsun x plus 1'in kvadratı
x kvadrat plus 2x plus 1 verir. Bir də plus 4'ümüz var. Deməli, mötərizəni açsam 3x'in kvadratı plus 12x plus 12. Sağda da 2x'in kvadratı plus 4x plus 2, bir də plus qıraqda 4'ümüz var. Bunların hamısını sol tərəfə keçirsək, 3x kvadrat 12x plus 12 olacaq mənfi 2x kvadrat minus 4x. 2 ilə 4'ün cəmi 6 eləyir, sola keçəndə mənfi 6. Sağda içinə qalmır 0 yazırıq. 3x kvadratdan 2x kvadratını çıxanda x kvadrat, 12x-dan 4x-in çıxanda 8x və 12-dən 6-nı çıxanda qalacaq müsbət 6. Bərabərdir 0-a. Və dostlar, bizdən nə istəyirdi? Tənliyin köklərinin hasilini istəyirdi. Biz bilirik ki, x kvadratın əmsalı 1 olduğu üçün bu deməli tənlik çevrilmiş kvadrat tənlikdir. Köklərin cəmi əks işarə ilə x-in əmsalına bərabərdir. Köklərin hasili isə sərbəst həddə. Köklər hasilini istəyir, bu da olacaq deməli 6. Növbəti baxıram 75-ci suala. Gəlin baxaq. Dostlar, 75-də deməli 5 çıxılsın. X minus 2-də deməli 2x plus 6 və bölünsün verib dostlar. Bölməni vurma ilə əvəz edəsəm, deməli kəsirin sürət məxrəci dəyişir. Bunu yaza bilərəm 2-də x minus 2 şəklində. Bərabərdir bizdə deməli 0-a. Dostlar, deyir tənliyi həll eləyin. Buradan tənliyi həll eləyəndə x minus 2-ləri ixtisara apararam. Amma özüm üçün kənarda qeyd eləyirəm ki, x minus 2 məxrəcdə olduğu üçün x minus 2 bərabər deyil 0-a. Onda buradan da x də bərabər deyil 2-yə. Çünki 2 qiyməti məxrəci 0-a çevirən qiymətdir. Baxmayaraq ki, bu ixtisar gedir, amma x-a 2 qiyməti yaza bilmərik. İndi dostlar, buradan qalır ki, 5 çıxılsın. 2-də 2x plus 6 bərabərdir 0-a. Buradan da 5 çıxılsın. 2 ixtisar aparanda 2x 2-yə böləndə x qalır, 6-nı da 2-yə böləndə 3 qalır. İfadə olduğu üçün mötərizədə yazdım. Bu da 5 minus x minus 3 bərabərdir 0 deməkdir. Buradan deməli 5-dən 3-ünü çıxanda 2 minus x bərabərdir 0 və x də bərabərdir 2 alırıq. Dostlar, x 2 alırıq. Bayaq yadımıza salırıq ki, x 2-yə bərabər olmaz demişdik. Deməli 2 də bu tənliyin kökü deyil. Onda tənliyin kökü olmur, yəni boş çoxluqdur. Bu da olacaq A variantı. Növbəti keçirəm 76-cı suala. Dostlar, 76-cı sualda deyir ki, 7 çıxılsın x minus 5-də 3x plus 6 və bölünsün x minus 5-də deməli 3 verib. Dostlar, x minus 5-də 3 deyirsə bölmə. Biz bölməni vurma ilə əvəz etsək 3-də x minus 5 kimi yaza bilərik. Bu da bərabərdir 0-a. Və dostlar, burada x minus 5-ləri ixtisar edə bilərəm. Amma ixtisar eləsək belə yadımızda saxlayırıq ki, məxrəc heç vaxt deməli 0-a bərabər ola bilməz. Yəni x minus 5 0-dan fərqli olmalıdır. Onda x da deməli 5-dən fərqli olmalıdır. Çünki 5 qiymətini yazanda məxrəc 0-a çevrilir. İndi dostlar, bunları ixtisar elədik. Bunu da qeyd kimi yadda saxladıq. Buradan 7 çıxılsın. 3-də 3x plus 6 bərabərdir 0 alıram. Və 7 çıxılsın. 3-ə ixtisar getsə qalır x plus 2 bərabərdir 0. 7 minus x minus 2 bərabərdir 0-a. 5 minus x-in bərabərdir 0-a. Buradan da alıram ki, x bərabərdir 5. Dostlar, x-i 5 tapdıq. Bayaq da demişdik ki, x 5 ola bilməz. Deməli, 5 də bunun kökü deyil. Onda tənliyin kökü olacaq boş çoxluq. Yəni, kökü yoxdur. Növbəti baxıram 7-yə. Dostlar, 7-də deyir ki, tənliyin böyük kökünü tapın. Gəlin baxaq. Deməli, sadələşdirmə aparırıq. 77 idi. Deməli, 2 vurulsun. Mötərizədə x plus 3-ün kvadratı bərabərdir. X plus 2-nin mötərizə kvadratı üstə gəlinsin 34. Sadələşdirsəm, 2 vurulsun. X-in kvadratı plus 6x plus 9. Sağda da x-in kvadratı plus 4x plus 4. Bir də 34'ümüz var. Mötərizəni açanda 2x-in kvadratı plus 12x plus 18. Sağda da x-in kvadratı üstə gəl 4x üstə gəlinsin. 4 ilə 34'ün cəmi eləyir 38. Bunları sol tərəfə keçirsəm, 2x kvadrat üstə gəl 12x üstə gəl 18-dən çıxıram x kvadratına 4x-i bir də 38-i. Sağda heç nə qalmadığına görə sağa 0 yazırıq. Buradan 2x kvadratdan x kvadratını çıxanda x kvadrat qalır. 12x-dan 4x-in çıxanda 8x. 18-dən də 38 çıxanda mənfi 20. Bərabərdir 0-a.
Bizdən nə istəyir? Tənliyin böyük kökünü istəyir. Dostlar, buradan da çevrilmiş kvadrat tənliyi almışıq. Çevrilmiş kvadrat tənliyə əsasən köklər cəmi əks işarə ilə deməli ikinci həddə -8-ə bərabərdir. Köklərin hasili isə bərabərdir -20-yə. Diskriminanta getmədən də buradan qiymət qoyub həll edə bilərik. Dostlar, hansı iki ədədin hasili -20 cəmi -8 eləyər? Əgər -10-u 2-yə vursam -20 eləyər. -10-dan da deməli 2-nin cəmi bizə -8 qiyməti verə bilər. Deməli buradan alırıq ki, kökün biri -10-a bərabərdir, digəri də deməli 2-yə bərabərdir. Və yaxud da dostlar, diskriminantdan da deməli ardını davam edib həll edə bilərik bunun. Bizdən böyük kökünü istəyir, bu da olacaq deməli 2 qiymət, yəni B variantı. Növbəti keçirəm 78-ci suala. Dostlar, 78-ci sualda 2 vurulsun oxşar sualım var. X plus 3-ün kvadratı çıxılsın 34 bərabərdir x plus 2-nin kvadratına. Aha. Əslində, baxın, burada eyni tənliyi verib. Diqqət edirsiniz. 77-də, baxın, deməli, plus 34-ü sağda yazıb. Burada sadəcə 34-ü sol tərəfə keçirib. Deməli, mən bayaqki kimi 34-ü sağ tərəfə atsam, eynən 77 alınacaq. Neysə, da bayaqkını sildik, təzdən yazaq bunu. 2 vurulsun x plus 3-ün kvadratı, x-in kvadratı üstə gəl 6x üstə gəl 9, minus 34. Sağda da x kvadrat plus 4x üstə gəl 4 alıram. Bu da 2x-in kvadratı üstə gəl 12x üstə gəl 18 çıx 34. Deməli, sağ tərəfi də sol tərəfə keçirsək, işarələri dəyişib yazırıq. Bərabərdir 0-a. 2x kvadratdan x kvadratını çıxanda x kvadrat, 12x-dan 4x-in çıxanda 8x. 18-dən deməli 34-ü çıxanda qalacaq deməli -16, bir də 4 çıxanda -20. Bu da bərabərdir 0-a. Bayaq həll elədiyimiz kimi x1, x2 cəmimiz -8-ə bərabərdir. x1, x2 hasilimiz də bərabərdir -20-yə. Deməli, demişdik ki, köklərin hasili -20 olması üçün biz -10-dan 2 götürə bilərik. Və -10-dan da deməli 2-nin cəmi bizə -8 verəcək. Bizdən tənliyin kiçik kökünü istəyir. Kiçik kökü olacaq -10 qiyməti. Bu da deməli D variantıdır. Keçirik növbəti 79-cu suala. Dostlar, 79-da deyir ki, kəsirin məxrəci surətindən 16 vaid böyükdür. Onu ixtisar eləyəndən sonra 5-də 4 alınır. İxtisara qədər ki, kəsiri tapın. Yəni əvvəlki kəsiri istəyir. Dostlar, kəsirin məxrəci surətindən 16 vaid böyükdür. Yəni, mən surəti x desəm, məxrəc x plus 16-ya bərabərdir. Və ixtisar elədikdə kəsir deməli 5-də 4 vəziyyətinə düşür. Bu zaman dostlar, çarpaz vurub hesablasam, 5x-in bərabərdir 4x üstə gəlinsin 64-ə və 5x-dan 4x-in çıxanda x qalır, bu da bərabərdir 64-ə. Məndən əvvəlki kəsiri istəyir, yəni x-in x plus 16-ya nisbətini istəyir. Bu da 64-də 64 üstə gəlinsin 16 deməkdir. Bu da 64-də deməli 64 16-nın cəmi eləyəcək 80. Deməli, ixtisara qədər ki, kəsirin qiyməti 80-də 64-üymüş. Bu da C variantıdır. Növbəti keçirik dostlar 80-ci suala. Gəlin baxaq. Dostlar, 80-ci sualda x plus 2-nin x plus 4-ə hasili bərabərdir x plus 2-yə. Deyir, tənliyin kökləri cəmini tapın. Gəlin bunu sadələşdirək. X-i x-ə vuranda x-in kvadratı, x-i 4-ə vuranda 4x, 2-ni x-ə vururuq 2x, 2-ni 4-ə vururuq 8. Bərabərdir x plus 2-yə. Buradan x kvadrat üstə gəl 4x, üstə gəl 2x, 8. Bundan çıxırıq x-i, bir də 2-ni bərabərdir 0-a. Bu zaman x-in kvadratı 4x-lə 2x-in cəmi 6x eləyir. X çıxanda qalacaq müsbət 5x və 8-dən x-in çıxanda qalacaq müsbət 6. Bərabərdir 0-a. Bizdən nə istəyir? Deyir ki, tənliyin kökləri cəmini tapın. Biz bilir ki, çevrilmiş kvadrat tənliyi almışıq. Çevrilmiş kvadrat tənlikdə köklərin cəmi əks işarə ilə x-in deməli əmsalına, köklərin hasili isə bizdə sərbəst səddə bərabər idi. Köklərin cəmini istəyir, bu da olacaq -5 variantı. Növbəti keçirəm 81-ci suala. Dostlar, 81-ci sualda x minus 3-ü x plus 2-yə vurduqda almışıq x minus 3 qiyməti.
Bunu vurub atsam, x-i x-ə vuranda x kvadrat, x-i 2-yə vuranda 2x, mənfi 3-ü x-ə vuruq, mənfi 3x, mənfi 3-ü 2-yə vuranda mənfi 6. Bərabərdir x minus 3-ə. Biraz da sadələşdirsək, x kvadrat 2x-dan 3x-ını çıxanda mənfi x minus 6 və x minus 3-ü də sola atanda mənfi x üstəgəl 3 olacaq, işarə dəyişir. Sağda içinə qalmır 0 yazırıq. Buradan x kvadrat çıxılsın 2x minus 3 bərabərdir 0 alıram. Tənliyin kökləri cəmini istəyir. Çevrilmiş kvadrat tənlikdə tənliyin kökləri cəmi əks işarə ilə deməli x-in əmsalına bərabər idi. Köklər hasili isə bizdə sərbəst səddə bərabər idi. Köklərin cəmini istəyir, bu da olacaq 2B variantı. Növbətə baxırıq 82-ci suala. Dostlar, 82-ci sualda deyir ki, 5x minus 4-ün deməli, x üstə gəlinsin 8-ə hasili bərabərdir 0-a. Tənliyin kökləri cəmini tapın deyir. Dostlar, hasil 0-dırsa, deməli, vuruqlardan hansısa 0 olmalıdır. Birinci halda 5x çıxılsın 4-ü 0-a bərabər eləyirəm. Buradan 5x-im 4-dür, x-im da deməli 5-də 4-ə bərabərdir. İkinci halda x plus 8-im bərabərdir 0-a, x-im də bərabərdir mənfi 8-ə. Deməli, kökün biri 5-də 4, digəri mənfi 8-dir. Deyir, köklərin cəmini tap. 5-də 4 ilə mənfi 8-i toplayırıq. 5-də 4 0,8-dir. Çıxılsın bu 8. Bu da bərabər olmalıdır mənfi 7,2-yə. Deməli, cavabımız olacaq B variantı. Növbəti keçirik dostlar. 83-cü suala. Gəlin baxaq. Deməli, 83-cü sualda deyir ki, P parametrinin hansı qiymətində tənliyin kökləri deməli qarşılıqlı tərs ədədlər olar. Gəlin baxaq dostlar. Deməli, tənliyimiz x kvadrat çıxılsın 11x. Baxın, x kvadrat çıxılsın 11x, çıxılsın 3p, üstə gəlinsin. Baxın, 4 şəklində verilib, bərabərdir 0-a. Dostlar, gəlin belə eləyək. Çevrilmiş kvadrat tənlikdir, çünki x kvadratının əmsalı 1-dir və çevrilmiş kvadrat tənlikdə belə bir qayda var ki, köklər cəmi əks işarə ilə x-in əmsalına bərabərdir. Yəni, mənfi 11 yazılıbsa, biz müsbət 11 yazırıq və köklərin hasili bərabərdir sərbəst səddə. Yəni, mənfi 3p üstə gəlinsin 4-ə bərabərdir. Bizə deyir ki, tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Dostlar, qarşılıqlı tərs ədədlərin deməli hasili 1 olur. Deməli, köklərin bizdə qarşılıqlı tərs ədədlərdirsə, onların hasili 1-dir. Yəni, x1, x2 hasili 1-ə bərabər olmalıdır. Bu zaman yazırıq, mənfi 3p üstə gəl 4 bərabərdir 1. Buradan mənfi 3p bərabərdir. 4 sağa keçir, mənfi 4 olur və mənfi 3p'miz bərabərdir mənfi 3-ə. Mənfi 3 ixtisar getsə, p bərabərdir 1 qalır. Deməli, p-nin 1 qiymətində köklər hasili qarşılıqlı tərs ədədlər olar və hasilimiz 1-ə bərabər olar. Deməli, cavabımız A variantıdır. Növbəti keçirik 84-cü suala. Dostlar, 84-cü sualda p parametrinin hansı qiymətində x kvadrat çıxılsın 4x üstə gəl 2p plus 5 bərabərdir 0 tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Dostlar, dedik ki, çevrilmiş kvadrat tənlikdə köklərin cəmi əks işarə ilə x-in əmsalına bərabərdir, yəni müsbət 4-ə. Köklərin hasili isə sərbəst səddə 2p üstə gəl 5-ə bərabərdir. Köklər qarşılıqlı tərs ədədlərdirsə, və məsələn, birinə A deyəndə qarşılıqlı tərs deməli, surət məxrəcin yeri dəyişir. 1 böl A. Bunların hasili bizə həmişə 1 verməlidir. Qarşılıqlı tərs ədədlərin hasili 1 eləyir. Onda kökün biri deməli A olsa, digər 1 böl A olsa, hasil 1 olacaq. Yəni, 2p üstə gəl 5-ə gətirib 1 yazmalıyam. Bu zaman 2p üstə gəl 5 bərabərdir 1-ə. 2p'miz bərabərdir 5 sağa keçir, mənfi olur. 2p bərabərdir mənfi 4. P də bərabərdir mənfi 4-ü 2-yə böləndə mənfi 2. Deməli, cavabımız olacaq D variantı. Növbəti keçirik 85-ci suala. Dostlar, 85-də x vurulsun x minus kök altda 10 bərabərdir 0. Tənliyin kökləri cəmini tapın. Dostlar, hasil 0-dırsa köklərdən hansısa 0 olmalıdır. Ya birinci halda x 0-dır, ya da ikinci halda x minus kök altda 10 bərabərdir 0-a. Buradan x də bərabərdir kök altda 10 alıram. Deməli, kökün biri 0, digəri kök altda 10-dur. Məndən köklərin cəmini istəyir. 0-la da kök 10-un cəmi elə kök altında 10 olacaq. Bu da deməli A variantıdır.
Növbəti keçirik dostlar 86-cı suala. 86-cı sualda deyir ki, x vurulsun x minus kök altda 5 bərabərdir 0-a. Tənliyin kökləri hasilini istəyir. x1, x2 hasili bərabərdir sual. Dostlar, hasil 0-dırsa vuruqlardan hansısa 0 olmalıdır. Ya birinci vuruğum x-im 0-dır, ya da ikinci vuruğum x minus kök 5-in bərabərdir 0-a. Buradan da alıram ki, x-im bərabərdir kök altda 5-ə. Deməli, kökün biri 0, digəri də oldu kök altda 5. Bu zaman köklər hasilini istəyirsə, x1, x2-yə vurmalıyam 0 kök 5-ə, o da bizə 0 qiyməti verəcək. Deməli, cavabımız A variantıdır. Növbəti keçirik 87-ci suala. Deyir ki, A parametrinin hansı qiymətində tənliyin 2 bərabər kökü var? Dostlar, deməli, bizə kvadratik tənlik verilirsə, ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0 tənliyində, tənliyin deməli 2 bərabər kökü, yəni x1 bərabərdir x2 olması üçün diskriminant 0-a bərabər olmalıdır. Onda dostlar, x kvadrat çıxılsın 12x minus 6 bərabərdir 0 tənliyində, köklərin bərabər olması üçün mən diskriminantı 0 götürməliyəm. Diskriminant bərabərdir. Deməli, ikinci əmsalın kvadratı çıxılsın 4 vurulsun x kvadratın əmsalı, bir də sərbəst həddimiz bərabərdir 0 götürməliyəm. Buradan mənfi 12-nin kvadratı 144 və mənfi 4-ü deməli mənfi a-ya vuranda bizə müsbət 4a verəcək. Bu da bərabərdir 0. Dostlar, buradan 4a-mız bərabərdir mənfi 144-ə. A-nı da tapanda mənfi 144-ü bölməliyəm 4-ə. Bu da mənfi 14 4-ə 3 dəfə, 24 də 4-ə düşür 6 dəfə. Mənfi 36 eləyəcək. Deməli, A-nın mənfi 36 qiymətində tənliyin 2 bərabər kökü var. Növbəti baxırıq 88-ci suala. Bu saat 88-də n parametrinin hansı qiymətlərində tənliyinin deyir ki, 2 bərabər kökü var. Dostlar, bayaq dediyimiz kimi ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0 tənliyi kvadratik tənliyin formuludur. Əgər tənliyin deməli 2 bərabər kökünün olması üçün bu zaman diskriminant 0-a bərabər olmalıdır. İndi dostlar, bizim tənliyimiz x kvadrat çıxılsın 2mx, bir də minus deməli m minus 2 bərabərdir 0 şəklində verilib. Onda dostlar, bu tənliyin 2 bərabər kökünün olması üçün diskriminantı 0-a bərabər götürməliyəm. Diskriminant bərabərdir. Əks işarə ilə deməli ikinci həddin kvadratı və çıxılsın, deməli 4 vurulsun, x kvadratın əmsalı 1-dir, sərbəst həddimiz də deməli mənfi m minus 2. Bu da bərabərdir 0 olmalıdır. Buradan dostlar sadələşdirsək, mənfi 2m-in kvadratı 4m kvadrat olacaq. Çıxılsın, 4 vurulsun, mötərizəni sadələşdirsəm, mənfi m üstəgəl 2-dir. Elə bunu 2 minus m kimi yaza bilərəm, bərabərdir 0-a. 4m kvadrat çıxılsın 8, mənfi 4-ü mənfi m-ə vuranda plus 4m bərabərdir 0-a. Bunu da hər tərəfini 4-ə ixtisar eləsəm, m kvadrat üstə gəlinsin m çıxılsın 2 bərabərdir 0 alıram. Və dostlar, hasili mənfi 2 cəmi 1 eləyən 2 ilə mənfi 1 ola bilər. Bunu mən yaza bilərəm m plus 2, bir də m minus 1 şəklində bərabərdir 0. Deməli, baxın. Buradan m bərabərdir bizdə. M üstəgəl 2-ni 0 götürsəm m mənfi 2 olacaq. Bir də m minus 1-i 0 götürsəm m bərabərdir 1 olacaq. Deməli, m-in qiymətləri mənfi 2 ilə 1 olmalıdır. Mənfi 2 ilə 1, bu da bizdə Y variantıdır. Növbəti baxırıq 89-cu suala. Bu saat 89-cu sualda 73-ü hansı natural ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük, qalıq isə böləndən 4 vahid kiçik olsun. Gəlin yazaq. 73-ü dostlar, budaqlı bölməklə yazıram. X-a bölürəm. Deyir, 73-ü hansı natural ədədə bölmək lazımdır ki, hansı natural ədəd deyir, yəni axtarılan x-dir. Bu zaman qismət böləndən 3 vahid böyük olsun. Yəni qismət x-dan 3 vahid artıq, x plus 3 olsun. Qalıq isə böləndən 4 vahid kiçik. Yəni qalıq x-dan 4 vahid kiçik olsun. Dostlar, qayda belədir ki, bölünəni tapanda böləni natamam qismətə vurub üzərinə qalığı gəlməliyik. Yəni, buradan 73-ü tapsam, 73 bərabərdir. X vurulsun, x üstəgəl 3, üzərinə gəlməliyəm qalığı, x minus 4-ü.
Bunu sadələşdirəndə 73 bərabərdir. X-in kvadratı üstəgəl 3x, üstəgəl x minus 4-ə. Buradan 73 bərabərdir. X kvadrat plus 4x minus 4 və baxın yerlərini dəyişirəm. X kvadrat üstəgəl 4x minus 4-üm 73-ə bərabərdir. Buradan da 73 sol tərəfə keçsə, x kvadrat plus 4x 73 sola keçəndə olacaq minus 77 bərabərdir 0-a. Dostlar, hasili mənfi 77, cəmin 4 olması üçün biz yaza bilərik x plus 11, bir də x minus 7 şəklində. Çünki 11-i mənfi 7-yə vuranda mənfi 77, 11 ilə mənfi 7-nin cəmi bizə 4 verəcək. Buradan da x plus 11-i 0 götürsəm, x-in mənfi 11-dir. X minus 7-ni 0 götürsəm, x-im 7 olur. Deməli, baxın, bizə deyir ki, 73-ü hansı natural ədədə bölsək? Yəni, x natural olmalıdır. X natural olmalıdırsa, mənfi 11 kökünü atırıq. Baxın, bu kökü atıram ki, mənfidir. Onda, deməli, 7 kökünü götürməliyəm. Bu da Y variantıdır. Növbəti keçirəm 90-cı suala. Dostlar, 90-cı sualda nə deyir? Deyir ki, 87-ni hansı natural ədədə bölmək lazımdır ki, qismət böləndən 2 vahid böyük, qalıq isə böləndən 1 vahid kiçik olsun. Gəlin yazaq. 87-ni budaqlı bölməklə x ədədə bölürəm. Deyir ki, qismət böləndən 2 vahid böyük, bölənim x-dır. Deməli, qismət bundan 2 vahid artıq olmalıdır. Qalıqsa böləndən 1 vahid kiçik. Yəni, qalıqsa x minus 1 olmalıdır. Qaydaya əsasən bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalığı gəlməliyik. Bu zaman dostlar, nəticədə alıram x kvadrat üstəgəl 2x üstəgəl x minus 1 bərabərdir 87-yə. Buradan da x kvadrat üstəgəl 3x minus 1 minus 87 bərabərdir 0-a. X kvadrat üstəgəl 3x çıxılsın 88 bərabərdir 0-a. Hasil mənfi 88 cəmin 3 olması üçün x plus 11 x minus deməli 8 götürməliyik. Həqiqətən də 11-i mənfi 8-ə vuranda mənfi 88, 11 ilə mənfi 8-in cəmi bizə 3 verəcək. Buradan x bərabərdir mənfi 11 alırıq, bir də x bərabərdir 8 alırıq. Şərtdə deyir ki, 87-ni hansı natural ədədə bölmək? Natural ədəd, yəni x-im natural olmalıdır. Onda mənfi 11-i atıram, deməli x-in 8 qiymətini götürürəm. Bu da olacaq B variantı. Növbəti keçirik dostlar 91-ci suala. 91-də deyir ki, x-in hansı qiymətlərində bu 3 ədli deməli 8-ə bərabər olar. Gəlin yazaq. Deməli x kvadrat çıxılsın 2x minus 7 bərabərdir 8 olsun. Dostlar, bunu yazırıq. X kvadrat minus 2x minus 7, 8 də sol tərəfə keçiririk. Minus 8 bərabərdir 0-a. X kvadrat çıxılsın 2x minus 15-in bərabərdir 0-a. Ya diskriminantla həll eləməliyəm, ya da vuruqları ayırmalıyam. Dostlar, gəlin bu dəfə yenə vuruqları ayırma işlədək. Hasilin mənfi 15, cəmin mənfi 2 olması üçün x minus 5, bir də x üstə gəlinsin 3 götürməliyəm. Baxın, mənfi 5-i 3-ə vuranda mənfi 15, mənfi 5-nin 3-ün cəmi mənfi 2 eləyəcək. Bu zaman x-in 5-dir, bir də x-in mənfi 3-dür. X-in hansı qiymətlərində deyir? Baxın, natural sözü artıq işlətməyib. Deməli, x-in hər iki qiymətini götürə bilərəm. 5 ilə mənfi 3, bu da olacaq bizdə, deməli, D variantı. Növbəti baxırıq 92-ci suala. Dostlar, 92-ci sualda 2 çıxılsın x-in 3-ə nisbəti üzərində mənfi 1 bərabərdir mənfi 2-yə. Gəlin dostlar, biraz sadələşmə eləyək. Mötərizəni deməli, ortaq məxrəci gətirirəm. Bu olacaq 3-də. 2-ni 3-ə vuranda 6 minus x üzəri mənfi 1 bərabərdir mənfi 2-yə. Dostlar, kəsrin üstü mənfi 1 surət məxrəcinin yerini dəyişmək deməkdir. Yəni, mən bunu 6 minus x-da 3 kimi yaza bilərəm. Bərabərdir mənfi 2-yə. Buradan mənfi 2-nin 6 minus x-a hasili bərabərdir 3 olmalıdır. Mənfi 2-ni 6-ya vuranda mənfi 12, mənfi 2-ni mənfi x-a vuranda müsbət 2x. Bərabərdir 3 alıram. Buradan 2x-in bərabərdir. Mənfi 12 sağa keçəndə müsbət olur və 2x-in bərabərdir 15, x də bərabərdir 15-in yarısı 7,5. Deməli, cavabımız C variantıdır. Növbəti keçirik 93-cü suala. Baxın, oxşar sualımız var 93-də.
3 minus x bölünsün 6 üstü mənfi 1 bərabərdir mənfi 1-ə. Dostlar, bunu da ortaq məxrəcə gətirirəm. Deməli, 6-da olacaq 18 çıxılsın x üstü mənfi 1 bərabərdir mənfi 1-ə. Üzəri mənfi 1 surət məxrəcin yerini dəyişmək deməkdir. 18 çıx x-də 6 bərabərdir mənfi 1-ə. Buradan 6 bərabərdir 18 minus x mənfi 1-ə vururam. Mənfi 18 plus x olacaq. Buradan mənfi 18 sola keçəndə müsbət olur. Sağda da yalnız x qalır. Buradan da alırıq ki, x bərabərdir 6 18-in cəmi 24-ə. Bu da deməli D variantıdır. Növbəti baxırıq 94-cü suala. Dostlar, 94-də 3 minus 0,5x üzəri mənfi 1 bərabərdir 2-yə. Bu zaman dostlar, deməli, biz bunu yaza bilərik. Üzəri mənfi 1, 1 bölünsün deməkdir. 1 bölünsün 3 minus 0,5x-in bərabərdir 2-yə. Buradan 3 minus 0,5x-i 2-yə vururam, bərabərdir 1-ə. Və 6 minus 0,5-i 2-yə vuranda 1 eləyir, yəni x qalır, bərabərdir 1. 6-dan nə çıxsam 1 eləyər, 6-dan 5 çıxsam 1 eləyər. Deməli, cavabımız olacaq 5 qiyməti. Bu da Y variantı. Keçirik növbəti 95-ci sual. Gəlin baxaq. Dostlar, 95-də 2x çıxılsın 1-in üzəri mənfi 1 bərabərdir 0,5. Dostlar, 0,5-i 2-də 1 kimi də yaza bilərik. Buradan üzəri mənfi 1, deməli, 1 bölünsün yazmaq deməkdir. Bunu 1 bölünsün 2x minus 1 kimi yaza bilərəm. Bu da bərabərdir 2-də 1-ə. Dostlar, kəsirlərin surəti eyni olduğu üçün məxrəcləri də eyniləşdirə bilərik. Yəni, bu o deməkdir ki, 2x çıxılsın 1-in bərabərdir 2-yə. Buradan 2x-in bərabərdir 1 sağa keçib müsbət olur. 2x-in bərabərdir 3-ə. X-in da 3-ün 2-yə nisbəti, yəni 1,5-ə bərabərdir. Bu da C variantı. Növbəti keçirik 96-cı suala. Gəlin baxaq. Dostlar, 96-da deməli, baxın, belə bir qəşəng sualımız var. 96-da deyir ki, x kvadrat üstəgəl x-in x kvadrat minus 25-ə nisbəti bərabərdir 45 çıxılsın 3x-in da x kvadrat minus 25-ə nisbəti. Dostlar, diqqət edirsinizsə, məxrəclər eynidir. Məxrəclər eynidirsə, məxrəcləri ixtisar eləyə bilərik. Amma qeyd kimi yadda saxlayırıq ki, məxrəc heç vaxt 0 qiymət ala bilməz. Yəni, x kvadrat çıxılsın 25 bərabər deyil 0. Buradan da x kvadrat bərabər deyil, deməli 25. Buradan da x bərabər deyil, 25-dən kök alanda müsbət mənfi 5. Yəni, müsbət və yaxud da mənfi 5 qiyməti alsam, həmin kökləri götürməməliyəm. İndi dostlar, məxrəcləri atırıq. Bu zaman x kvadrat üstəgəl x-in bərabərdir 45 çıxılsın 3x-a. Bunları sol tərəfə keçirsəm, x kvadrat plus x plus 3x minus 45 bərabərdir 0-a. Bu da x kvadrat plus 4x minus 45 bərabərdir 0-a. Hasili mənfi 45 cəmin 4 olması üçün x plus 9 bir də x minus 5 götürməliyəm. Bu zaman x bərabərdir mənfi 9 bir də x bərabərdir 5 alıram. İndi dostlar, araşdırsaq, biz bayaq dedik ki, x müsbət və yaxud da mənfi 5 qiymətini ala bilməz. Ona görə müsbət 5 əlinə atıram. Onda x-in mənfi 9-a bərabər qiymətini götürürəm. Deməli, cavabımız B variantı olacaq. Növbəti baxırıq 97-ci suala. Dostlar, 97-də x plus 7-nin kvadratı bərabərdir bizdə 16-ya. Deyir, tənliyin kökləri cəmini tapın. Bunu sadələşdirsək, dostlar, bunu belə yaza bilərik. Hər tərəfdən kök alsam, x plus 7 bərabərdir bizdə 16-dan kök alanda müsbət mənfi 4 çıxır. Onda 2 halımız var. Birincisi x plus 7 bərabərdir 4-ə. İkincisi də x üstəgəl 7 bərabərdir mənfi 4-ə. Birinciyə baxsam, x bərabərdir 4-dən 7-ni çıxıram, yəni mənfi 3. İkincidən də x bərabərdir mənfi 4-dən 7-ni çıxıram, yəni mənfi 11. Deməli, tənliyin kökünün biri mənfi 3 olmalıdır, bir də mənfi 11 olmalıdır. Bizdən tənliyin kökləri cəmini istəyir. Mənfi 3 ilə mənfi 11-in cəmi bərabərdir mənfi 14-ə. Bu da olacaq Y variantı. Növbəti baxırıq 98-ci suala. Dostlar, 98-də deyir ki, x üstündə 2-də 1, bir də x üstündə 2-də 3 bərabərdir bizdə 16-ya.
Dostlar, bunu belə yaza bilərəm. Kök altında x vurulsun. Kök altında 2-də 3 demək, deməli, kök altında x-in kubunu yazmaq deməkdir. Bərabərdir 16-ya. Buradan kök altında, deməli, x üstü 4 bərabərdir 16 alırıq. Və dostlar, x üstü 4-dən, deməli, kökdən nə çıxmalıdır? Kökdən, deməli, x-in kvadratı çıxır. Bu 16-ya bərabərdir. X-in kvadratı 16-dırsa, x bərabərdir müsbət 4-lə mənfi 4-ə. İndi dostlar, kök altını ona görə yazdıq ki, x üstü 2-də 1, kök altda baxın x deməkdir. Deməli, gətirib mən kökün altına mənfi 4 qiyməti yazsam, mənfi 4-dən deməli cüt dərəcədən deməli kökün mənası yoxdur. Yəni cüt dərəcədən kök altında mənfi 4 və yaxud da mənfi 4-ün kubunu yaza bilmərik. Buna görə bu həlli atırıq. Deməli, x-imiz 4-ə bərabərdir. Cavabımız olacaq C variantı. Növbəti baxırıq 99-cu suala. Dostlar, 99-da m parametrinin hansı qiymətlərində 4x bərabərdir m-1 tənliyinin kökü mənfidir? İndi gəlin baxaq. Dostlar, kökü deyirsə x-i soruşur. X bərabərdir m-1-in deməli 4-ə nisbəti. Dostlar, deyir ki, bu kök mənfi olmalıdır. Yəni kiçikdir 0-dan. Dostlar, m-1-in 4-ə nisbəti mənfi olmalıdır. Məxrəc onsuz da müsbət olduğuna görə surət mənfi olmalı ki, ifadənin qiyməti mənfi alınsın. Onda buradan alırıq ki, 1-i sağa keçirəndə m1-dən kiçik olmalıdır. m1-dən kiçik olarsa, bu zaman ifadənin qiyməti tənliyin kökü mənfi olacaq. 1-dən kiçikdə deməli mənfi sonsuzluqdan 1-ə qədər bir özü daxil olmamaqla bu deməkdir. Bu da olacaq D variantı. Növbəti keçirik 100-cü suala. Kökləri kök altda 12 və mənfi kök altda 3 olan çevrilmiş kvadrat tənliyi göstərin. Gəlin yazaq. Dostlar, çevrilmiş kvadrat tənliyin formulu bilirik ki, x kvadrat üstəgəl px üstəgəlsin 2 bərabərdir 0 formasındadır. Bu zaman x1 ilə x2 cəmi əks işarə ilə p-yə bərabərdir. x1 ilə x2 hasili isə sərbəst q-yə bərabərdir. Onda dostlar, deməli buradan bizə deyir ki, kökün biri kök altda 12-dir. Digəri də deməli mənfi kök altda 3-dür. Onda mənfi p-miz bərabərdir. x1, x2 cəmi, yəni kök altda 12 ilə mənfi kök altda 3-ü toplamalıyam. Dostlar, kök altda 12, 2 kök altda 3 deməkdir. Bir də mənfi kök altda 3-üm var. Buradan kök altda 3 qiyməti qalır. Biz aldıq ki, mənfi p-miz kök 3-ə bərabərdir. Deməli, p də bərabər olacaq mənfi kök 3-ə. Aha, p-miz mənfi kök 3-üymüş. Və köklər hasili isə bizə sərbəst səddi verir, yəni q-nü verir. Q də bərabərdir köklər hasili, yəni kök 12 ilə mənfi kök 3-ün hasili. Bu da mənfi kök altında 12-ni 3-ə vuranda 36 eləyir. 36-dan da 6 qiyməti çıxır, mənfi 6. Onda çevrilmiş kvadrat tənlik x kvadrat, p-ni mənfi kök 3 tapmışıq, mənfi kök 3x və q-nü də deməli nə tapmışıq? Mənfi 6 tapmışıq, bərabərdir 0-a. X kvadrat çıxılsın kök 3x minus 6. Bu da olacaq bizdə deməli A variantı. Növbəti keçirəm 101-ci suala. Dostlar, 101-ci sualda gəlin baxaq. 101-ci sualda deməli x kvadrat üstəgəl px çıxılsın 8 bərabərdir 0 tənliyinin deyir ki, kökünün biri p-dir. İkinci kökü tapın. Yəni yazaq. Deməli x1 bərabərdir p-yə və şərtə görə deyir p müsbətdir. Bizdən deməli ikinci kökü istəyir. x2 bərabərdir, deməli sual işarəsi. İndi dostlar, biz bilirik ki, çevrilmiş kvadrat tənlikdə köklərin cəmi bərabərdir əks işarə ilə x-in əmsalına, mənfi p-yə. Köklərin hasili isə bərabərdir sərbəst səddə, mənfi 8-ə. İndi dostlar, buradan yerinə yazsaq, deməli x1-in yerinə gətirib p yazıram. P üstəgəl x2 bərabərdir buradan mənfi p-yə. Buradan x2-ni tapsam, x2 bərabərdir mənfi p-dən p-ni çıxanda mənfi 2p-yə. Aha. İndi dostlar, deməli, x1, x2 hasilimiz mənfi 8 olmalıdır. x1-in p-dir, x2-miz də deməli mənfi 2p-dir. Bərabərdir mənfi 8-ə. Buradan mənfi 2p-nin kvadratı bərabərdir mənfi 8. Hər tərəfi mənfi 2-yə bölsəm, p kvadrat bərabərdir 4-ə. P də bərabərdir müsbət mənfi 2. Şərtə əsasən demişdi ki, p 0-dan böyük olmalıdır. Deməli, biz də buradan p-nin mənfi 2 qiymətini deyil, p-nin 2 qiymətini götürürük. Deməli, p 2-yə bərabərdir.
Deməli, P-miz 2-dir dostlar. P 2-dir. Məndən ikinci kökü istəyir, yəni x2-ni. X2 də -2P idi, yəni -2-ni 2-yə vururam. Bu da bərabərdir -4-ə. Deməli, digər kökümüz -4-dür. Bu da olacaq A variantı. Növbəti keçirik dostlar 102-ci suala. 102-ci sualda deyir ki, x kvadrat üstə gəlsin, kx çıxılsın 6 bərabərdir 0 tənliyində kökün biri bərabərdir 2k olarsa, deyir ki, ikinci kökü tapın. Və dostlar, şərtə əsasən k deməli 0-dan kiçikdir. Kökün biri 2k'dır, məndən ikinci kökün qiymətini istəyir. İndi dostlar, biz bilirik ki, köklərin cəmi əks işarə ilə ikinci həddin əmsalına, yəni x-in əmsalına bərabərdir, yəni -k-ya. Köklərin hasili isə bərabərdir sərbəst həddə 6-ya. Buradan x1-in qiymətini yerinə yazıram. 2k'da 2k üstə gəl x2 bərabərdir -k-ya. Buradan x2 bərabərdir -k-dan 2k-nı çıxanda -3k alırıq. Aldığımız bu qiyməti gətirib hasildə yerinə yazıram. x1-im deməli -k idi. Üzrü sayın, x1-imiz bizdə 2k idi. 2k vurulsun x2-ni tapmışıq -3k bərabərdir bizdə -6-ya. Buradan -6k-nın kvadratı bərabərdir -6-ya. -6-ları ixtisar eləsək k kvadrat bərabərdir 1. K da bərabərdir, deməli müsbət -1 olacaq. Və dostlar, şərtə əsasən k 0-dan kiçikdir demişdi. K 0-dan kiçikdirsə, biz k-nın müsbət deyil, mənfi qiymətini götürməliyik. K bərabərdir -1. Deməli, buradan k-nın qiymətini tapmış olduq. Dostlar, məndən ikinci kökü istəyir x2-ni. x2-ni tapmışıq ki, -3k-dır. -3k, bu da bərabərdir -3-ün -1-ə hasili. Bu da bərabərdir müsbət 3-ə. Deməli, ikinci kökümüz müsbət 3-ə bərabər olmalıdır. Bu da D variantı. Növbəti keçirəm 103-cü suala. Dostlar, 103-cü sualda x kvadrat üstə gəl 6x üstə gəlsin 12 bərabərdir 0 tənliyinin neçə həqiqi kökü var? Dostlar, mən bunu diskriminantı axtarmaqla həll eləyəcəm. Biz bilirik ki, diskriminant 0-dan böyükdürsə, bu zaman tənliyin deməli 2 müxtəlif həqiqi kökü var. Əgər diskriminant bizdə 0-a bərabərdirsə, bu zaman tənliyin 2 bərabər həqiqi kökü var. Əgər diskriminant 0-dan kiçikdirsə, bu zaman tənliyin həqiqi kökü yoxdur. İndi dostlar, diskriminantı tapmaqla deməli bu sualı cavablandıra bilərik. Deməli, şərtə əsasən diskriminantı axtarsam, diskriminant bərabərdir. İkinci həddin deməli kvadratı çıxılsın 4 vurulsun x kvadratın əmsalı və sərbəst həddimiz. Bu zaman 36 çıxılsın 48 alırıq. Bu da bərabərdir -12-yə. -12 də 0-dan kiçik deməkdir. Yəni, diskriminant mənfidir. Diskriminant mənfi olanda tənliyin həqiqi kökü yoxdur. Ona görə cavabımız olacaq A variantı. Dostlar, bununla da deməli birinci hissənin izahını bitirdik. Növbəti sualları digər videomuzda əldə edə bilərsiniz izahlarını. Sağ olun, salamat qalın.